Əla. Xoş gəlmisən Güllay. Hoş Vaxtımızda gördük. 4 dəqiqə var, ancaq məncə başlaya bilərik. Mənim üçün fərq etmir, sizə necə rahatsa eləyək. Əla. Deməli, təşəkkür edirik gəldiyinə görə. Am, bu gün səninlə birlikdə intervyu eləyəcəyik. Görək indi uşaqlara nə kimi məsləhətlərin olacaq. Ancaq hər şeydən əvvəl həmişə ənənəmizə sadiq qalaraq başlamaq istəyirəm özünü tanıtmaqdan. Bizə özünü tanıda bilərsən. Mən Azədə Gülay, 11 sinif şagirdiyəm. Sizin şagirdiysəm. Okay, Azərbaycan okay. Nə deyirdin? Eşitmədim səsini. bir də dedim ki, Azərbaycanlıyam. Ya başqa nə deyə bilərəm ki? Okay. Okay, əla. Bilmək istəyirik ki, neçə yaşın var? Mənim 17 yaşım. Neçə yaşın? Səsin niyəsə gec gəlir bizə. 17 yaşım var müəllimə. Okay, əla. İmtahana hazırlaşma başlayanda da neçə yaşın var idi? 17 idi yoxsa 16 idin? 16. Keçən il başladım. 10-cu sinifdə elə bir başladım. Əslində ingilis dilini 10-cu sinifdə başlamadım. Yay tətilində başladım. Amma qalanlarını 10-cu sinifdən başladım. Yəni 16 idin başlayanda hazırlığa, düzdürmü? Okay. Bunu niyə soruşuram? Çünki uşaqlar bunu soruşurlar. Məndən nəyə soruşurlar ki, mən də səndən onları soruşuram. Uşaqlara bunlar maraqlı gəlir. Yəni neçə yaşı var idi, hansı sinifdən başlayırdı və sair və ilaxır. Ümumiyyətlə biz, bilmək istəyirik ki, sən neçə bal yığmısan, o haqda da bizə danış. Mən ümumi olaraq 259 bal yığmışam. İndi apellyasiya vermişəm, sonra siz cavab bilmirəm də. Amma hələ ki belə deyirəm ki, ingilis dilindən balım 90-dır, riyaziyyatdan 88-dir, Azərbaycan dilində də 80. Okay. Nöqtə Okay. Səsin bizim üçün çox gec gəlir. Biraz telefonu bizə yaxın tuta bilərsən? Özünə yaxın tuta bilərsən? İndi biraz danış görək necə gəlir səsin. Bir dəfə də təkrarla zəhmət olmasa. oldu belə. Danışmağa başla görək. Mən ümumi olaraq elə buraxılış imtahanından 259 toplamışam. Bunun 90-ı ingilis dilidir, 80-i Azərbaycan dili, 88-də riyaziyyatdır. Okay. 259 59. baldır. Bəli, bəli. İngilis dili isə 90.1 baldır. Səsin niyəsə həqiqətən bizim üçün gec gəlir. Ona görə bəzi yerləri ola bilsin ki, özüm təkrarlayım. Okay, əla. Demək olar ki, indiki vəziyyətinə görə biz səni tanıdıq. Hal-hazırda nəticən gözüm qabağındadır. Burada açmışam ki, hər şeyi görüm. Bu şəkildə. Okay. İndi biz bilmək istəyirik ki, sən bayaqlar dedin ki, sən 10-cu sinifin yayında başlamısan hazırlığa. Yəqin ki, mənim yay qruplarıma yazılmışdın. Hər şey yadımdadır. Prosta izləyicilər üçün biraz belə süjet, müəyyən süjet üzrə getmək istəyirəm. Bilmək istəyirəm ki, yay qruplarına nəyə görə qatılmışdın? Hansı insanlar yay qruplarına qatılmalıdırlar və yay qruplarına qatılmağı məsləhət eləyirsənmi? Bu haqda bizə bir məlumat ver və biraz da yüksək səslə danış. Başlayın. Yay qruplarına əslində mənim qatılmaq məqsədim o idi ki, mənim ingilis dilim çox zəif idi və digər hazırlıq vaxtında mən əlavə vaxt ayırıb ingilis dili oxuya bilmirdim. Digər dərslər var idi, təşkillər var idi. Müəllimlər hər gün yeni dərs verirdi. Amma yayda özüm təşkil proqramı qurub həmin təşkil proqramı ilə gedə bilirdim. Amma ingilis dilim zəif olduğu üçün bunun da üstünə düşə bilmirdim. Buna görə də dedim ki, yay qruplarına qoşulum. Bu sayədə elə bir yayda müəllimlə işləyim, həm müəllim mənə öyrətsin, həm də ki, yayda vaxtımın çox boş rahatlıqla vaxt ayıra biləcəyim üçün ingilis dilini rahat oxumağı hədəfləyirdim. Sonra yay qruplarına mən məsləhət görürəm ki, yəni kim ki ingilis dilini daha da inkişaf etdirmək istəyir və yaxud da ki, belə zəifdir, özü daha belə yüksəyə çıxmaq istəyir və yaxud da ki, ümumiyyətlə yaxşıdır, amma belə lap belə əla eləmək istəyir, onları üç eləyirəm. Çünki yay dediyim kimi hər hansı bir fənnə və yaxud da ki, ümumi olaraq nə istəyirsə vaxt ayıra biləcəyimiz çoxlu vaxtdır da. Yəni yayın vaxtı digər vaxtlara nisbətən daha çox olduğu üçün daha rahat olur məncə. Okay. Mən səndən çox razılaşıram əslində. Bunun fərqi yoxdur əslində ki, mənim yanıma gəlir uşaqlar və yaxud da ki, başqasının yanına gəlir. Hökmən bunu mən məsləhət edirəm ki, əgər ki, çox zəifsinizsə, sonraya saxlamayın. Mənə bilirsən nə deyirlər Güllay? Deyir ki, indimi başlayım yoxsa 11-ci sinifdənmi başlayım? Bax, bu maraqlı bir sualdır. Bu sualı istəyirəm ki, sən cavablayasan. Ondan sonra mən öz başqa fikirlərimi deyəcəm. İndi hər tələbə ilə maraqlı-maraqlı bizim
təcrübələrimiz olub. İndi onlardan haqqında da danışacağam. Belə, bilirsən bu sualı cavabla görək hələ. Biz 10-cu sinifdən başlayaq yoxsa son momentə mi saxlayaq? 10-cu sinifdə vaxt var? Başlanğıc bir sinif da yoxdur. Elə ingilis dili elə bir fəndir ki, dediyim kimi mən yay qruplarında səhv eləmirəmsə 1 ay ya 2 ay hazırlıq oldu. Mən xatırladığım qədərilə 1 aydı da. Mən o 1 ayda normal öyrəndiyimin, yəni qat-bə-qat çoxunu öyrənmişdim də. Mən 10-cu sinifdə, o 10-cu sinifin 9 ayında oxuduğum ingilis dilinin qat-bə-qatını yayın 1 ayında öyrəndim. Yəni bunun başlamağın fərqi yoxdur ki, nə vaxt başlayırsınız. Sadəcə əsas odur ki, başlamalıyıq. Yəni bir dəfə başlanğıcı qoyandan sonra davamı gəlir. Yəni nə vaxt Okay. başlamağın çox da fərqi yoxdur. Okay, mən belə bir cavab gözləmirdim əslində. Belə bir cavab gözləmirdim. Çox pozitiv bir cavab verdin. Bizim hazırlıqlarımız may ayının 15-i başlamışdı 2025-ci ildə və iyunlu ayının 15-də bitdi. Yəni 2 ay davam eləmişdi. İyullu Evet. ayında isə yox, iyullu ayının 15-nə kimi davam elədi. Sonra qalan vaxtı isə mən sizə istirahət verdim. Sonra da avqust ayının 1-dən yenidən başladıq. Yoxsa avqust ayının 15-dən başladıq? Biz avqust ayının 15-i başladıq. 15'ine 1 aylıq. Hə, mən biz bir ay fərq etmişiz. yes, 15'indən yes, yes, başlamışıq. yes. Amma indi necə olacaqdı? Əslində mən keçən il mayın 1-i başlamaq istəyirdim, prosta alınmadı. Bu il isə mayın 1-i başlamışıq. Yəni mayın 1-i başlayacaq, iyunun 1-i 1 ay, iyullunun 1-i 2 ay tamam 2 ay. olacaqdı. Yes, sonra avqustun ayı 1-i başlayacaq. Yəni julayın təəssüratları bu şəkildədir. Bəs mənim cavabım buna nə olar? Gəl o haqqda danışım. Am, mən fikirləşirəm ki, bax misal üçün elə uşaqlar olur ki, təcrübəmdə olub elə bir şey. Uşaq başlayır hazırlığa. Gülayın təcrübəsi maraqlı bir təcrübədir. Deyir ki, fərqi yoxdur. Yəni həmişə öyrənə bilərmişsiniz. Mən də elə fikirləşirəm nisbətən, amma bəzi situasiyalar var. Mənim proqramım məsəl üçün 4 aya qurtarır. Amma məsələn elə uşaqlar olur ki, ilin ortasında xəstələnir. Gözlənilməyən bir şeydir. Artıq o dərsə davam eləyə bilmir. Bu artıq ona problem yarada bilər. Ona görə sən bilmirsən də sonradan nə olacaq. İndidən, yəni tənbəllik eləyirsənsə, onda mən məsləhət edirəm ki, başlamaq lazımdır elə indidən. Yəni tənbəllik eləyirsənsə, o heç. Amma xüsusi bir səbəbin varsa, əlbəttə ki, sonraya saxlaya bilərsən də. Yəni neyləyə bilərik ki? It is what it is. Düzdürmü? Bu şəkildə. Evet. Bir də ki, belə bir şeylə razılaşıram ki, məsəl üçün elə uşaqlar var ki, bilmirəm, az bir müddət sərf eləmək istəyirlər hazırlıqlara. Belə uşaqlarımız da var. Məsəl üçün deyək ki, 6 ay sərf eləmək istəyirsən deyək ki, hazırlığa, düzdürmü? İndidən başla məsəl üçün, ya indi ya da ki, avqust ayında, nə bilim də, indi nə vaxt açıramsa, indi sən hansı sinifdəsənsə, kimsə qatılırsa, o 6 ayını sərf elə və 4 aya proqram qurtarır. İndi 2 aya falan da təkrarını elə, onu bitir, aradan çıxart. Bunu istənilən, fənn üçün eləyərdim məsləhət. Çünki sonradan nəyin necə olacağını bilmirsən. Bəlkə də sən 4 aya yox, daha uzun müddətə öyrənəcəksən. Mənim bir dənə də videom var. Həmin o videomda şeydən danışmışam. Öyrənmə sürəti haqqında danışmışam ki, insanların öyrənmə sürəti fərqlidir. Məsəl üçün, mən fikirləşirəm ki, Gülay sürətli öyrənən tipli bir tələbə idi. Ancaq elə tələbələr ola bilər ki, gec öyrənə bilər. Ona görə bu insandan insana dəyişir. Ona görə ağıllı seçim eləyin deyərdim uşaqlara. Yəni sonradan gecikməyin ki, belə təntiyən vəziyyətə düşməyəsiz. Çünki biraz uşaqların yaxşı olmadığı vaxt olur. Ona görə indidən ortadan çıxart, sonradan istəməyəndə zaten dayandıra bilərsən azalıq. Bu şəkildə. Belə bir məsləhət verərdim. Gülayın təklifi isə daha maraqlı idi. Xoşuma gəldi. Ya əslində o dediyim kimi də elə baxır insanın özünə də. Yəni siz dediyiniz kimi hər kəsin öz öyrənmə sürəti var. Məsələn, mən öz öyrənmə sürətimin fərqindəyim ki, mən sürətli öyrənirəm. Buna görə də elə yayda qoşuldum. Sırf yayda mən onu öyrənə bildim. Amma məsələn, indi bəziləri olur ki, gec öyrənirlər. İndi o özü fərqindədirsə gec öyrənir. O məsələn 10 sinifdən öz anlayırsa başlaya bilər. Və yaxud da ki, çox yaxşı öyrənir, imtahana qabaq qalanda öyrənə bilər. Yəni bu da elə özünə baxır. Eynən. Amma əsas dediyim kimi başlamaqdır. Çox düz. Çox super. Əla. Mükəmməl. Deməli, bir də səndən biz bir period dayandıq. Biz Bəli. hazırlıqlarımızı dayandırdıq. O period haqqında bizə danışa bilərsən? Əgər ki, şəxsi deyilsə, səbəbini deyə bilərsən. Demək istəmirsənsə, bu sənin seçimin. Var idi. Evet. Bu arada bir şey deyim. Əgər ki, bu intervyu ərzində, bunu bütün tələbələrə deyirəm, əgər ki, intervyudan çıxartmaq istədiyim bir hissə olarsa, mənə deyərsən ki, müəllimə, bu hissəni kəsərsiz. Mən videonu redaktə eləyəndə o hissəni kəsəcəm. Tamamilə normaldır belə şey. Am, həmin o perioddan bizə danış və həmin o periodda hazırlıqdan çıxdın. Sən müəllimsizmi oldun? Ola bilər ki, bəlkə müəllim dəyişdin, ola bilər özün hazırlaşdın.
o proses haqqında da bizə danış ki, hazırlıq dayandıran uşaqlar, nə bilim axı, elə uşaqlar da ola bilər ki, hazırlığı dayandırmaq istəyirlər və sair. Özün özünəmi fokuslaşmaq istədin, yoxsa nə baş verdi? O haqqda da bizə bir danış, insanlar başa O düşsünlər. üniversitede məncə də biraz ailə problemləri oldu. Heç yəni dərs oxumağa heç bir həvəsim yox idi. Elə bir yəni dərslərə gedirdim, hazırlıqlara, elə belə qoşulurdum. Elə sizinkidə də bəzilərində diqqətimi tam dərsə verə bilmirdi. Mən də artıq gördüm ki, şeydir də, səviyyəmin özü fərqində idim də. Gördüm ki, o qədər pis deyil, yəni normal şəkildə yaza bilərəm. Ona görə hazırlıqdan çıxmışdım əslində. Şey bilirdim ki, zaten elə öyrətdikləriniz düşəcək, bunu bilirəm. Ona görə də həm elə bir öz vaxtıma qənaət elədim ki, digər dərslərimə bəlkə vaxt ayıram. Çünki həmin aralıqda riyaziyyatımı çox-çox zəiflətmişdim də. Dediyim kimi elə bir şeydən keçirdim ki, heç bir dərsə vaxt ayıra bilmirdim və riyaziyyatımı elə bir 90 ballıq uşaq düşünün, riyaziyyata düşmüşdü 70-ə də, yəni bu səviyyə. Ona görə istədim ki, biraz özümə vaxt ayıram, həm özümə, həm riyaziyyatımə. Ona görə digər dərslərdən biraz qənaət elədim. Amma imtahana elə bir son qalanda özüm oturdum, istər keçənin buraxışları olsun, istər indiki sınaqlar olsun, hamısını elə bir çoxlu-çoxlu işlədim, esseləri yazdım, təhlil elədim və yaxud da digər fənlərin ətrafına, hamısını yəni geniş-geniş işlədim. Əla, Hətta bax. Şəms müəllimdən də şey elədim, sizin videolarınız da var idi. Məsələn, oradan izlədim, ya YouTube-da digər müəllimlərdən. Yəni hardan tapa bildimsə şey elədim də özümə. Əla. Və Gülayın riyaziyyata 88.5 uşaq var. Yəni hal-hazırda dediyim kimi nəticələri gözümün qabağındadır, o üzrə danışırıq. Bax, dediyim məsələ budur. Bax, Gülay, görürsüz uşaqlar, gözlənilməz momentlər ola bilər və bu hər bir insanın həyatında baş verə bilər, düzdürmü? İstənilən şey haqqında ola bilər, sağlıq haqqında ola bilər, emosional şeylər haqqında ola bilər, fiziki şeylər ola bilər. Ümid edirəm ki, heç kəs pis şeylər yaşamaz, amma bu həyatdır, bilirik ki, bu enişli, yoxuşlu bir şeydir. Biz bunun qarşısını ala bilmirik. Gülayın əvvəlcədən proqrammanı tamamilə bitirməsi Gülaya özgüvən verdi ki, Gülay dayandıra bilər. Başa düşürsüz? Gülay özünə artıq bir zəmin yaratmışdı, bir foundation yaradıb. Çox super. Bax, bayaqları demək istədiyim bu idi ki, uşaqlar rahat olsunlar. Mən bayaqları demək istədiyim şey bu idi. Super, mükəmməl bir nümunə olduğunu heç bunu bilmirdim belə olub. Super, möhtəşəm. Bir də ki, sən hansı ayda dayandırdın, onu da bizə denən. Xatırlamıram. Mesajlar Amma görürsən desəm, dururmu? bilmirəm, məndə durmur. Okey. Səhv etmirəmsə, amma elə bir imtahandan 2 ay idi, ya 3 ay qabaq olmalı idi. Yəni çox uzun bir müddət olmamışdı. Gəlsənə mən o mesajı tapım. Müəllimində hər şey durur. Müəllim heç nəyi silmir. Okay. Amma yəni çox bir vaxt yox idi. Elə bir siz elə hesablamışdınız ki, hazırlığın elə proqramın bitməyinə 2 mövzu qalırdı, ya 3 mövzu qalırdı. Ancaq təkrara yoğunlaşmışdınız. Həmin vaxt çıxmışdım mən. Tapdım. Elə xatırlayıram. 2026-cı ilin 4 yanvar tarixində mənə yazıb ki, Gülay, mən Məhəmməd Azərqdan çıxıram bu şəkildə. Biz də Gülayla sağollaşdıq. O şəkildə də bitdi. Belə bir şəkildə baş vermişdi uşaqlar. Və mən sizə onu deyim ki, bax Gülay, Gülay qrupası qrup idi. Mənim favori qrupum. Həmin həmin o qrupumda biz ümumiyyətlə dekabr ayında qurtardıq proqrammaları. Dekabrın əvvəli idi deyəsən qurtardıq. Yəni yenə deyirəm, Çox yəni böyle ancaq təkrar eləyirdik. Zəif olduğumuz mövzuları yenidən işləyirdik. Amma şeydir, yəni daha çox təkrar üstünlük verirdik ki, buraxışa qədər ancaq təkrar gedik. Əla. Çox qəşəng bir təcrübə oldu bu. Yəni çox qəşəng, çox əla. Yəni artıq sən elə bir eləmisən ki, həm emosional yükü olur insanın, həm də ki, hazırlıq stres yükü olur. Çiyinlərində adamın çox şey olur. Sən birini azalda bilibsən. Bayaqlar demək istədiyim həqiqətən bu idi. Super, möhtəşəm. Bu haqda da danışdıq, bu bizə kifayət eləyir. Başqa nə haqda danışa bilərik bu, listeninglərə falan keçməmişdən əvvəl? Hə, biraz biz bu şablon şeylər olacaq da, nə bilim, listening, reading haqqında indi sən məsləhət verəcəksən. İndi hamınız mənim uşaqlarımsınız. Yəqin ki, o biri intervyu götürdüyüm uşaqlar kimi danışacaqsan yəqin ki, aşağı-yuxarı taktikalarınız eyni olacaq. Əlbəttə ki, hər kəsin özünə məxsus şeyləri də olur. Mən fərqli suallar vermək istəyirəm bu dəfə sənə. Suallarımdan birisi odur ki, səndən əvvəlki sən tanımaq istəyirik. Bilmək istəyirik ki, zəif uşaqlar qoy bu intervyuya daha yaxşı baxsınlar. İlk başlayanda ingilis dilinə münasibətin necə idi? İngilis dilini elə bil ki, hansı baldan hansı bala qaldırmısan? Hətta elə bir nəticən varsa, onu da ata bilərsən ki, bura edit eləyəndə buralara bir yerə qoyum. Before, after kimi bu şəkildə. Mənim bilmirəm qalır ya yox, amma 9-cu sinif buraxılış balımda mənim ingilis dilim 48 gəlmişdi. Maraqlı. Və
Yəni 48 gəlmişdi, həmin vaxtda da necə deyim, yəni adi test sualları var idi. Passive voice olsun, yəni ən asan mövzuları deyirəm də, isim, noun. O mövzularda belə mən yaza bilmirdim. Yəni atdı tutdu ilə gedib yazmışdım 9-da. Heç bir mövzunu mən rahatlıqla yaza bilmirdim, rahat işləyəmirdim. Listeningi eşidirdim. Yəni sözləri anlayırdım, amma beynimdə Azərbaycan dilinə çevirəmirdim də. Yəni var idi, amma söyləş eləyəmirdim. Nə deyim, yalnız özüm anlaya bilirdim. Sonra readingi elə bir məsələn də bilmədiyiniz bir dildə hər hansı bir dənə mətn kitabı ilə qabağınızda elə belə baxdınız. Yəni bildiyiniz elə baxırdım, onu da. Məsələn, oxşar sözləri görüb elə yazırdım. Ya belə qısa metodlarla öyrənməyə çalışırdım. Ona görə də biraz zəif gedirdi. Ondan sonra elə bir siz şeylərdiniz, listeningin transkriptlərini çıxartdırırdınız. O zaman mən şeylədim, elə bir beynimə gələn sözləri yazmağı öyrəndim. Yazmağı öyrəndiyim üçün də necə deyim, beynimdəki məlumatı xaric edə bildim də. Ona görə rahatlıqla Azərbaycan dilində beynimdə tərcümə edə bildim. Və yaxud da ki, sözləri tutma qabiliyyətim artdı. Sonra eynisi readingdə də hissə-hissə tərcümə eləyirdim əvvəllər. Elə bir cümləni eləyirdim. Təqribi bilirdim söhbət nədən gedir. İkinci cümləni bildim ki, belə olacaq məsələn. Amma sizdən sonra elə hamısını tək-tək başladım tərcümə eləməyə. Bu sayədə tam dəqiq bildim söhbət nədən gedir. Və yaxud da ki, tapşırıqlar olsun. Düzdür, sizdə qısa metodlar öyrədirdiniz. Amma öyrədəndə belə tərcümə elətdirirdiniz də yenə. Onu belə tərcümə ilə yadımda saxlamışdım. Hətta bizim imtahanda da səhv eləmirəmsə, bir neçə sualımız bizim tərcümədən düşmüşdü. Tərcümə edilmiş, yəni şeydə suallar falan. Onları mən çox rahatlıqla yazmışam. Hətta özüm cümlə qurma. Mən cümlə qurmağı əvvəl heç bilmirdim. Yəni adi o məsələn də how are you falan filan var. Onlardan başqa heç nə bilmirdim də. Sıradan gəliblərdən başqa yox idi. Amma sonradan elə bir sözlərin mənasını, cümlə quruluşunu, onların işlədilmə yerlərini və yaxud da ki, bu sözü bu sözlə əvəz etsəm necə bir məna yaranar. Bunları öyrəndən sonra rahatlıqla cümlədə qura bildim, essedə yaza bildim və yaxud da ki, öz fikrimi ifadə edə bildim də. Düzdür, danışığım hələ də zəifdir, amma digərlərini artırmışam Əla, biz bu ümumiyyətlə sayədə. sənə danışıq hazırlaşmamışıq. Ona görə fikirləşirəm ki, normaldır o. Uşaqlar siz Amma az çox deyim. elə bir məsələn, esse deyəndə esseni səsli də deyirdi axı bəzən. O da dolayı yoldan danışıq gedir də. Onu da rahatlığına edə bilmirdim amma. Əvvəl Əla, yəni heç eləyəmirdim. əla, okey. Bu arada uşaqlar, mən esseni yazılı şəkildə yoxlayıram. Uşaqlar üzündən oxuyub şey eləmir. Prosta elə belə güya edir ki, bəzən səsləndirirdik, onu demək istəyir. Və Məsələn, xəttimizi yoxlamayanda biz deyirdik. mənim xəttim çox çirkindir və çox maraqlıdır ki, essesindən tam bal alıb Gülay. Baxın görürsüz, yəni elə bir uşaq tam motivasiya olsun. Gülayı idolunuz olaraq qəbul edin uşaqlar, çox xahiş edirəm. Gülayı özünüzə nümunə götürün. Həqiqətən çox möhtəşəm bir nümunə uşaq gətirmişəm bax sizə. Bəs yaxşı, özü zəif hiss elədiyin vaxtlar olmuşdumu ki, dedin ki, olmuşdu. Bəs nə eləyirdin? Və heç məndən olmayacaq dediyin momentlər olmuşdumu? O qədər çox. Yəni mən buraxılış balının hətta bu qədər gəlməyini belə gözləmirdim. Mən 200-ü yəni keçməyi belə hədəfimə qoymamışdım da. Mən elə-belə imtahana girmişəm ki, imtahanı da verim, çıxım. Yəni sırf elə bir ailəyə görə mən getmişəm də imtahanı vermişəm. Amma sonradan gördüm 250-dən çox gəldi. Hətta demək olar ki, 260 gəlibdi. Bunun həvəsi ilə blok oxuyuram. Yəni Ay, nə gözəl, nə gözəl. Çox sevindim. Çox əla, çox mükəmməl. Bəs yaxşı, bir şey deyəcəm. Sən 9-da, dedin ki, 48 bal olubdu. Bəs yaxşı, Azərbaycan dili riyaziyyatı təqribən necə olub və ümumi balın neçə idi? Azərbaycan dili 90 plus idi, 93 ya 95 belə bir şey olmalı idi. Riyaziyyatında 80-90 arası bir şey idi. Yəni mənim bir dənə ingilis dilim çox-çox zəif gəlmişdi. Ümumidə 220 nə neçə toplamışdım. Hı hı. Yəni bir də sırf ingilis dili elə bir məni çox-çox geriyə salmışdı da elə bir. Okay. Baxın uşaqlar, görürsüz 220 yoxsa nə qədərsə bal yığıb, amma imtahanda 258.6 bal 11-ci sinifdə yığıb. Deməli, o suallar verir. 9-cu sinifdə yaxşı yığmayanlar gedib yığa bilər, 100% yığa bilər. Yəni bunun nümunəsi məndə çoxdur, amma Gülay canlı nümunədir də bir növ, yəni o şəkildə danışır. Onun nəticəsi olsa açsan yaxşı olar. Bu insanlara sübutlu bir şəkildə də göstərək. Amma olmasa da zaten Gülayın özü uşaqlar sübutdur da mən deyə düşünürəm bu şəkildə. Bilmirəm. Buraxılışda həmin vaxtı mən məktəb dəyişikliyi eləmişəm 10-cu sinifdə.
Ona görə mənim iş nömrəm falan dəyişdiyi üçün mən köhnə nəticəmi çətin taparam. That's fine. Əla. Zaten elə deməyin bizim üçün çox böyük bir şeydir həqiqətən. Məncə çox insana sən olacaqsan ilham. Və İlhamlandırır. belə baxıram sənə ingilis dilində olacam. Azərbaycan dilini zəiflətmişəm. Demək indi gəl bir baxaq. İlk dəfə dərsə gələndə ən böyük problemin nə idi? Suallardan birisi budur və ən utandığın ya da ki, çətin gəldiyi hissələr nələr idi? Tərcümələr. A, Yəni heç bir sözü bilmirdim də. Ən sadə məsələn sözləri belə mən tərcümə eləyə bilmirdim. Hamısını ya lüğətdən baxırdım, ya sizdən soruşurdum, ya arxada translate açırdım. Amma yəni heç bir sözü bilmirdim. Bir də elə bir yəni ilk gələndə heç bir sözü bilmirdim. Qaydalar da ki, elə belə də ötəri yanaşırdım. Yəni ötəri yanaşırdım dediyim onlar mənim üçün yəni əsas deyildi də. Çünki qayda dediyim kimi ancaq elə bir tərcümə olandan sonra qayda zaten rahat olur. Ona görə mənim əsas məqsədim biraz tərcümə idi və mən tərcüməm çox-çox zəif idi. Yəni adi bir sözü məsələn o hazır gəliblər sözlərindən başqa, yəni bildiyimiz o lap şey sözlərdən başqa heç bir sözü mən bilmirdim. Məsələn, mən pretty sözünün gözəl olduğunu bilmirdim. Mən onu vəhşi kimi bilirdim, yəni. Çox fərqli-fərqli şeylər bilirdim. Hamısını sonradan öyrənmişəm. okay, belə baxıram ki, sənin ən çox problemin lüğəti olubdur. Lüğəti necə elədin ki, bu qədər yaxşı bir vəziyyətə gəldi ki, sən belə bir bala qaldırmısan? Bir sözü 5 dəfə yazdırırdınız da. Bu çox maraqlı oldu. Çox maraqlı bir cavab idi. Bəli, biz lüğətləri başqa cür də öyrənirdik həm də. Hal-hazırda misal üçün yay qrupumuzda yenə kimi Məsələn, test hər bir işləyirdik. söz öyrənirik biz yay qruplarında hal-hazırda da. Amma bir dənə xüsusi lüğət dərsi keçmişəm uşaqlara, hansı ki, sizlə bir yerdə də əvvəllər eləyirdimi, belə cümlə yazırdıq. Orada da siz mənə deyirdiniz ki, müəllim Yəni siz əhlənir lüğətdən çalışırsınız. deyib gülürdük orada çoxlu. Həmin o cür, o şəkildə keçirəm. Başqa nə kimi məsləhətlər verərsən və ümumiyyətlə bu cümlə yazmaq nədir? Yəni müəllimə necə keçir bu dərsləri? Uşaqlara biz bunu bizim üçün təsvir elə zəhmət olmasa. Nətər deyim? Məsələn, birinci elə bir cümləni Azərbaycan dilində qururduq da biz sizlə ilk başlayanda cümləni biz Azərbaycan dilində qururduq. Siz onu Azərbaycan dilində götürmürdünüz də. Siz ingilis dilində götürürdünüz. Siz beyninizdə Azərbaycan dilində tərcümə edib sonra bizə ingilis dilində öyrədirdiniz. Bizdə amma birinci Azərbaycan dili gəldiyi üçün biz sizin qədər tez götürənmirdik. Biz elə bir cümləni götürürük ki, indi öz elədiyim də mən Azərbaycan dilində cümləni götürürəm. Hissələrə ayırıram da, yəni nöqtəsinə qədər hər birinin hissə-hissə ayırıram. İngilisinə çevirib sonra düzgün nətər idi? SVO qaydası ilə düzgün sıraya düzürəm. Amma normalda hamısını elə bir ayrı-ayrı öz mənalarında yazıram. Əla. Deməli neyniyək uşaqlar? Azərbaycan dilində sözü düzdür. Tamammı? Heç kəs məni burada görmür, niyə belə əl işarələri edirəm, amma nəysə, özümü bağlayacağam burada. Deyək ki, bir dənə, Qəzənfər, nə bilim, avto yumaya maşınını apardı, maşınını yudu. Çox məzəli oldu, amma nəysə. Belə bir cümlə qurdunuz, düzdürmü? Başlayırsınız onları bir-bir tərcümə eləməyə. Nə bilim, avto yuma olsun, maşınını apardı olsun. Onları bu şəkildə qurursunuz. Hamısını ayrı-ayrılıqda, hə. Yes. O şəkildə Sonra da tərcümə düzgün eləyib qaydası. eynən. Sonra da qrammatik struktura əsasən, SVO-ya əsasən, SVO deyəndə məsələn şu subject, yəni hərəkət eləyən kimdir, onu gətirir qoyur. Yəni bu şəkildə. Belə bir məsələlər eləyib. Çox maraqlı. Bizim elə dərslərdə ən çox istifadə elədiyimiz, bunlar Ya idi. da hazır cümlələr məsələn essenin bir çox essenin başlanğıc cümlələri eyni ola bilər axı. Ya da hazır cümlə əzbərləmişdim. İndi bu essedə də bunu yazmışam ki, elə bir var there is many different type of falan filan da bu uzun cümlə qəlbi. Həmin o qəlbi birbaşa əzbərləmişəm. Mənasını anlamışam deyənə elə birbaşa həmin cümlədən istifadə edə bilirəm. Və yaxud da ki, sizdə də səhv etmirəmsə var idi, hazır cümlə qəlibləri idi, maraqlı da. Məsələn, bu şey maraqlı və heyran edicidir və sair kimi. Belə şeylər də götürüb öyrənmişdim. Hətta bəzən özümə əlavələr edirdim, dəyişikliklər edirdim. Amma cümlənin birin quruşunu biləndən sonra da qalanını qurmaq daha asandır. Eynən. Mənim əzbərlətdiyim şablon cümlələr olur uşaqlar. Onları deyir. Hansı ki, yəni bütün cümlələrə, bütün esselər olmasa da bir 90% esselərə aid eləmək olur onları. Bu Çox səslədə şəkildə. istifadə olunan şeylər olur. Bəli. Həm də ki, bax, əsas məsələ deyir ki, özüm əlavə eləyirdim. Özü başa düşməlidir ki, qavramalıdır ki, öz versiyasını da istehsal eləsin beyin. Bu şəkildə. Bayaqları bir söz dedin. Nə dedin? Yadımdan çıxdı. Amma sən dedin ki, sən dedin ki, transkripti çıxardırdım. Başa düşəndən sonra artıq mənim də beynim nələrsə
içimdən çıxardırdı. Yəni ki, sən output-dan söhbət gedir. Yəni beyni istehsal eləyir. Məsəl üçün biz listening-lə reading eləyəndə ya da kinayəsə öyrənəndə təkcə müəllim danışanda belə deyək, uşaq eləcə qəbul eləyir. Beynin içinə məlumatlar gəlir, okey. Amma məlumat yatır orda. Sən artıq writing-ə keçəndə, xüsusilə də məsəl üçün kimsə incəsənətlə maraqlanırsa, orda sən istehsal eləyirsən və bu beynin üçün ağır bir prosesdir. Və bu tamamilə normaldır. Heç kəs özünü buna görə günahlandırmasın. Sadəcə olaraq o deməkdir ki, interaktiv bir şəkildə öyrənmək lazımdır. Bu şəkildə. Okay. Başqa sualımız odur ki, listening-də heç nə başa düşmürdünsə nə dəyişdi, necə oldu, dəyişdi? Zaten bunu dedik də, transkript idi. Transkripsiya. Listening üçün demək Bir də istədiyim daha başqa çox, şeylər var? şey edirdim, mahnılara qulaq asırdım. Məsələn, istər xarici mahnı olsun, məsələn, necə deyim, ya ingilis dilində mahnı olsun, ya xarici bir dildə olsun, içində bəzi ingilis dilində sözlər olsun. Həmin o sözləri tuturdum. Bəzən ingilis dilində şey açırdım, alt yazını açırdım ki, ondan bir yerdə oxuyam. Elə bir dəfə məsələn, bir dənə çox sevdiyim mahnı var idi. Həmin mahnının mən türkcəsini əzbərləmişdim. Həm ingiliscəsində vardı, həm türkcəsi. Türkcəsini əzbərləmişdim, sözləri bilirdim. Ki, məsələn də bu cümlə bu cümlə ilə eynidir və yaxud da belə. Həmin vaxtı açırdım altdan şeyi, ingiliscə transkripti də özü üçün alt yazısını. Mahnı gedə-gedə orada oxuyurdum. Beynimdə həmin onun tərcüməsi var axı türkcəsi. Həmin o türkcə ilə özüm orada cümləni çevirdim ki, bu söz budursa, deməli bu biri sözüymüş. Və yaxud da ki, məsələn də bu iki söz yanaşı gəlirsə, deməli bu ikisindən biri budur. Az-çox yəni belə tutmaq olurdu. Əla. Əslində mən mahnı ilə ingilis dili öyrənməyə məsləhət eləmirəm. Nə zaman məsləhət eləyirəm? Əgər ki, base varsa, məsəl üçün, listening-dən transkript falan eləyirsənsə, ondan sonrakı mərhələyə hə, musiqi falan əlavə eləyə bilərsən. Mən məsələn şey kimi eləmirəm. Məsələn, mahnıya qulaq asdım, başa düşdüm. Mən elə etmirdim. Mahnının transkriptini mən oxuyurdum. Onu öyrənirdim daha çox. Yəni özüm transkript çıxartmaqdansa hazır transkripti öyrənirdim. Həmin transkriptdən sözləri özüm tapırdım. Yəni hazır baxmırdım ki, bu budur, ya bu budur. Özüm sözləri tapırdım. Tapandan sonra bilirdim ki, bu budur, yoxlayırdım. Düzdürsə, məsələn, özümə plus qoyurdum ki, yəni bilirəm. Ya minus qoyurdum ki, bilmirəm. Belə. Əla. Bu əslində mənim balaca vaxt ingilis dilini öyrənəndə elədiyim şeydir və əslində ingilis dilindən, imtahan üçün bunu bilmirəm, heç çox da məsləhət eləmirəm, amma ingilis dilini ümumiyyətlə öyrənirsinizsə 100% məsləhət eləyirəm bunu. Bəzi insanlar bunu filmlərdə eləyir. Yəqin ki, xatırlayırsan Gülayə, yəni mən film izləməkdə zəhləsi gedən bir insan idim. Mən ən çox kitab oxumağı sevən bir insanam. Film mənlik deyil heç bir şəkildə. Amma kimsə filmi sevirsə, onlar da bunu eləyə bilər. Bu haqda geniş bir videom gələcək. Belə deyirəm, sonra da 2 ildən sonra video çəkirəm. Bu şəkildə. Başqa nədir? Bir də indi bəzi kitablar var da, elə siz dediyinizdə kitab oxumağı xoşlayıram. Elə bir səhifəsi ingilis dilində olur, ya bir səhifəsi Azərbaycan dilindədir. Elə bil ikisinin eyni olur. Və yaxud da ki, elə bil həmin cümlənin Azərbaycan dilindəsi yan-yana ikisini verir. Yəni hardasa rastlaşmışdım belə bir kitabına. Amma harda rastlaşmışdım xatırlamıram. Amma belə kitablar da indi var. Yəni bu Bəli, sayədə də şey bilmərik. bəli, elə kitablar mövcuddur. Mən elə bir kitab oxuyardım, amma mən oxumazdım. Amma kimsə oxumağı sevirsə, yəni oxuya bilər. Bu şəkildə. Bir Mən olsam oxuyardım. Sözləri məsələn özüm qruplaşdırardım ki, bu söz budur. Deməli bu məsələn də elə bir bu söz deməli feildən sonra işlədilir. Bunu özüm görərək baxardım da, yəni görərdim. maraqlı. Okay. Bir də ki, bəzən listening-i biz işləyəndə tamamilə düz gəlir. Bəzən isə o birisində isə Tərs düzgün olur. gəlmir. O birisində isə düzgün gəlmir. Məsəl üçün, bir dəfə indi sizdə 6 dənə sual idi listening-dən. 6-ya 6 yazırsan birində, o birisində 6-ya 4 yazırsan, o bir eləsi də olur ki, 6-ya 2 yazırsan. O Bunun sən suallardan nə asılıdır. məsləhət eləyirsən? Valla daha çox listening dinləmək. Çünki o dediyim kimi fərqi var. Məsələn, mənə görə şey fərqi var idi. Listeningi qadın deyəndə anlaya bilirdim. Rahatlığıyla yaza bilirdim. Amma kişi listening deyəndə mən orada onun sözlərini tuta bilmirdim. Və yaxud da ki, sürətli deyəndə mən onun dediyi sözü anlayamırdım. Yəni heç cürə tutub yaza bilmirdim də. Əslində bilirdim ki, məsələn də filan yerdə bu gəlir. Onu bilirdim. Amma sürətindən və yaxud da ki, sözləri fərqli bir ləhcə ilə deməyindən mən o sözü tuta bilmirdim. Okay. Ona görə də baya-baya dinləmək lazımdır. Özü də həmişə də fərqli-fərqli insanları dinləmək lazım ki, hər an hər insan gəlib danışa bilər. Bəli, mən də elə hər aksentdə insanları dinlətdirirəm ona görə. Çünki maraqlıdır. Məsəl üçün çoxu insan
Uşaqlar məni həmişə danlayır ki, müəllimə siz amerikanski aksentdə danışırsınız. Gəldi imtahanda amerikanski aksentdə düşdü, normalda isə British accent düşürdü. Nəysə, və bir də robot danışdı bu il şeydə 9 martda, bir də 15 martda. Bir də ki, sən ayın neçəsi imtahan vermişdin? 19-u. Bizdə İran dron atdı deyənə imtahanımız sonraya çəkildi. Məzunlarla bir yerdə verdik biz. Sən Naxçıvanlısan, yadıma düşdü. Çox A, qəs. bəli, bəli. Bunu bilmirdim. Bunu bilmirdim. Maraqlı oldu ki, yəni ayın tarixi də dəyişib bu şəkildə. Maraqlı. İndi baxıram başqa nələrimiz var. Okay, maraqlı bir Mənim sual. amma belə bir şansım oldu. Bir də mənim belə bir şansım oldu ki, məsələn də Bakı tərəflər, digər tərəflər martda imtahan verəndə mən apreldə vermişəm. Yəni elə bir ay mənim vaxtım oldu əlavədən. Belə də bir şeyim oldu mənim. Əla, əla. Aaa, Naxçıvan neçənci zonaya daxildir normalda? 3. 3-cü zonaya daxildir. 11-ci siniflər 3-cü zonada var. Yox, biz elə bir əslində normalda biz 2-yik. Yəni 2-ci zona gedirik. Amma 9-a bölünəndə məsələn biz 3-cü zonada oluruq. Burada da dediyim kimi dron atıldı deyənə 9-un formatı ilə böldülər bizi. Okay, 9-larda hə 3 dənə zona olur. Amma mənə elə gəlir ki, mənim digər Naxçıvanlılarım indi hərənin haralı olduğunu xatırlaya bilmirəm də, 15 martda imtahan verdilər deyəsən Naxçıvanlılar normalda. Bizdə Naxçıvanın mən özündəyəm. Burada dediyim kimi həmin vaxtda elə bir İran haraydı? Nəsə də İranda müharibə var idi. Həmin vaxtda İran dron atmışdı. Elə bir bizim evin çox da yəni uzağına düşməmişdi da. 1 kilometr falan məsafəyə düşmüşdü. Ona görə burada bütün imtahanları saxlatdılar. Yəni istər 11 olsun, istər başqa imtahanlar olsun. Buradakı yəni kurslar belə imtahanları saxlatdılar. Okay, Hamısını sonralara çəkdilər. okay, anladım. Bəs yaxşı, səncə sənin indi buraxılış imtahanın vaxtı uzadıldı və belə çıxır ki, sən buraxılışa da hazırlaşmalısan, plus bloka da hazırlaşmalısan. Sənin bloka az vaxtın var. Bu haqda nə fikirləşirsən? Yəni Valla yəni bu sənə yük oldumu? Bunun üstəsinə necə gəldin? əslində buraxılışı biz elə bilirdik bəlkə 15 olacaq. Ondan elə bir 9-lar ayın 9-u imtahan verənlərdən sonra bizə deyildi ki, biz ayın 19-u imtahan verəcəyik, ondan sonrakı ay. Ona görə mən elə demək olar ki, 15-nə tam hazır idim və 15-nə tam hazır olduğum üçün elə 15-də imtahan olmayacağını öyrənəndən sonra buraxılış fənlərini zəiflətdim. Yəni stabil saxlayacaq şəkildə azaltdım. Həmin şeyin əvəzinə mən blok oxudum ki, elə bir şeyi saxlayım. Buraxılışı 1 həftə qalanda da dediyim kimi də, yəni günlük saxlayırdım, sınaqları eləyirdim 1 ayda, həmin 1 ayda. Amma artıq tam belə 1 həftə qalanda bu dəfə də bloku saxladım. Bu dəfə də üstünlüyü buraxılışa verdim. Buraxılış da bitən kimi keçdim birbaşa bloka. Həm də ki, rahatlıqla keçdim, çünki əvvəlcədən oxumuşdum da, rahat idi. Vaxtım çox idi. Okay, görürsüz uşaqlar. Bayaqları emosional, mental vəziyyətlərdən danışdıq. İndi isə müharibə bizim ortamıza girdi. Yəni bizim asılı olmayan çox şeylər var. Hətta mənim başqa bir tələbəm var. Onun elə bir probleması oldu ki, ümid edirəm ki, o bizlə intervyu çəkər, onun haqqında danışarıq və onun kim olduğunu sən tanıyırsan əslində. Sənin qrup yoldaşın Elə olub. bildiyim kimi deyirsiz. Okay, əla. Çünki özünüz bizə şeydə dərsə başlayanda demişdiniz ki, imtahan verəndən sonra həmin şəxslə demişdiniz mən intervyu çəkəcəm. Hətta demişdiniz ki, sizin də izləməyinizi məsləhət görürəm. Çünki maraqlı hadisələrimiz olduğunu. Oradan Okay. xatırlayıram. Yox, əslində elə yox. Səninlə eyni qrupda olub o insan. A qrupundaydı. Bilirəm də, mən onu deyirəm. Siz Okay. demişdiniz ki, həmin şəxslə mən şey eləyəcəm, intervyu çəkəcəm, sırf sizə də göstərəcəm, siz də baxarsınız. Demişdiniz ki, ondan maraqlı hadisələr olub. Okay, maraqlı. Xatırlamıram elə bir şey dediyimi. Ona görə biraz mənə sürpriz oldu. That's fine. İndi başqa bir məsələmiz nədir bizim? Ona görə hər şeyə, yəni Azərbaycan biraz problematik ölkədir. Həm istir coğrafiya baxımından olsun, istir belə təhsil sistemi baxımından olsun. Ona görə çox təəssüf ki, insanlar belə ingiliscə desək alert formada olmalıdırlar. Hər şey hazır olmalısı. Bayaqlar demək istədiyim şey bu idi. Deməli Bizdə Ha? ingiliscəni çox çətin salmırlar. Yəni elə bil ingiliscə çox üstünlük vermirlər. Bundan yalnızca çox asan sallar ki, elə bil imtahanı versinlər, ingiliscə adı olsun. O qədər üstünlük vermirlər bizdə.
Məncə də eləyir. Amma SAT imtahanıdır, IELTS-dir, orada ingiliscə qəşəng üstünlük verilir ki, məncə buraxılışda da biraz ingiliscinin səviyyəsini biraz yüksəltməlidir. Çünki indiki dövr elə bir dövrdür ki, bizə xarici dil çox-çox lazımdır. Yəni gələcəyik də müasirləyəcəyik. Xarici dillər lazımdır. Çox əla. Yəni mən də sənin kimi fikirləşirəm, amma sənin kimi fikirləşən çox az. Çox-çox azdır. Çox təəssüflər olsun ki, neyləmək olar? Məncə ingilis dili çox-çox önəmlidir. Hara gedirsən gedək, yəni ingilis dili Azərbaycanda belə mən düşünürəm ki, ən adi bir işdə belə çox önəmlidir və insanlar daha çox maaş almaq istəyirlərsə, əlbəttə ki, elə bir yerdə olacaq. Çox təəssüf ki, dünyanın dili ingilis dilidir. Bunu neyə bilərik? Bu şəkildə. Həm də ki, mən biraz kompüter üzrə verəcəm deyənə sahə olaraq da. Kompüterin də dili demək olar ki, ingilis dilidir da. Orijinal kompüter full ingilis dilidir deyənə ingilis dilini bilməliyəm. Bəli. İndi başqa bir problem də var. Qrammatikanı anlayıb tətbiq eləyə bilməmək. Bu problemi yaşamısanmı və neynəmisən? Və hansı qrammatika mövzusu səni ən çox qorxudurdu və bizim dərslərimizdə onu həll eləyə bildikmi, yoxsa eləyə bilmədik? Qrammatikada məndə var idi, nə var idi problemim? Məsələn, hazır şeylər olur deyə, məsələn, ismin şəkilçisindən seç olurdu. Həmin əzbərlədiyim elə bir o qədər çox gördüyüm sözdür ki, onları tuta bilirdim. Amma passive voice idi, yəni cümləni dəyişmək idi. Mən onu cümləni qururdum. Cümləni anlayırdım. Bilirdim ki, məsələn, obyekti qabağa keçirdəcəm, yəni eləyəcəm, qaydanı bilirdim. Amma cümləni çevirə bilmirdim. Çünki dediyim kimi, onu mən dərk edirdim, amma dərk etdiyim şəkildə elə xaricə ötürə bilmirdim. Sonra və yaxud da ki, başqa hansı mövzular var bizdə? İndi təzə çıxan bir dənə mövzu var, ifli, whenli, həmin o mövzu olsun və yaxud da ki, elə ümumiyyətcə what-dı, WH-dir, WH birləşmələri olan bütün qaydalar istər əvəzlik olsun, istər nə baxın sual cümləsi olsun, onları mən heç birini yaza bilmirdim. Çünki bütün sözlər eynidir deyənə. Deyirdim bəlkə bütün qaydalar eynidir. Məsələn, mən götürdüm sual əvəzliyin qaydasını tətbiq eləyirdim əmr cümləsinə və başqasına. Ya hamısını bir-birinə qarışdırırdım. Amma sonradan elə bil yenə bu da tərcüməyə gəlir. Orada cümlənin mənasını öyrənəndən sonra, dərk edəndən sonra ki, burada məsələn də feil bu tərəfdədirsə, deməli bu məsələn sual cümləsidir və yaxud da dərk edib ki, məsələn isim birincidirsə bu əmrdir. Bunu öyrənəndən sonra, şey eləyəndən sonra onda bildim ki, hə, bunların işləmə yeri fərqliymiş. Və yaxud da ki, məsələn bildim ki, obyekt feildən sonra gəlir, onu qoyum qabağa. Yəni işləyə-işləyə öyrənmişəm də daha çox. Baxmışam, bir dəfə izahını öyrənmişəm ki, yəni əslində işləmək deməyim, analiz eləmişəm. Hər bir sualı otururdum, məsələn, hamısını deməyim, məsələn, 3 dənə sual yazmışamsa, birini analiz eləyirdim. Əgər onun analizini başa düşdümsə, qalanıncısına baxmırdım. Amma birini başa düşmədimsə, keçirdim onu. Ta ki, başa düşənə qədər eyni sualın fərqli-fərqli növlərini tək-tək baxırdım ki, həmin mövzunu dərk eləyim. Bir də buraxılışda asan düşür deyənə mən çətinləri öyrənməyə çalışırdım ki, çətini bilirəmsə, asanı zaten bilirəm. Maraqlı bir düşüncə tərzi. Bu arada bir dənə disclaimer keçim. Gülay tərcüməyə önəm verib. Bu onun seçdiyi bir yoldur və bu tamamilə normaldır. Siz tamamilə imtahan formatında misal üçün bundan sonra bu gəlir, yəni qrammatik düsturlar üzrə də gedə bilərsiniz. Necə struktur izah eləmişiksə o üzrə gedə bilərsiniz. Tərcümə ilə də getsəz o şəkildə də baxa bilərsiniz. Amma tərcümə həmişə 100% işləmir. Gərək ki, qrammatik strukturlarda həmişə bilsin. Məsəl üçün mən fikirləşirəm ki, yox hələ 100% burada indi amerikalıların hansısa bir dənə teenager və sizin yaşınızda olan bir uşağı qoysam qabağına, qrammatikada bir çox şeyləri həll eləyə bilməyəcəkdir. Nəyə görə? Çünki o strukturu bilmir. Yəni burda o şəkildə keçilmir. Danışıq danışıq tərzinə öyrəşikdir onlar. Yes. Ona görə də yəni akademik dil başqadır, bu başqadır. Amma Gülay ikisini kombinasiya eləyə bilibdi və tərcüməsi ağır basıbdı deyənə, tərcüməsini daha çox önə gətirib bayaqdan. Mən belə təsvir eləyərdim səni. Bilirsiniz, mənim elə bir sırf buraxılış üçün mən ingilis dilini oxumurdum. Həmin araqdan elə qərarımı vermişdim ki, mən hətta istəyirdim universiteti ingilis dilində oxuyam. Ona görə mən ingilis dilini danışıq, anlaya bilməyə yüksək səviyyədə öyrənmək istəyirdim. Ona görə daha çox tərcüməyə öncəlik vermişdim. Belə. Görürsüz, yəni öz Yəni səbəbi var uşaqlar. Mən həmişə də uşaqlara nəyisə öyrədirəm. Məsəl üçün reading-i sizə deyirəm ki, birinci oxuyun ya da ki, gedin suallara baxın və yaxud da ki, suallara baxa-baxa mətni paralel şəkildə aparın. 2 cür üsuldur, düzdürmü? Və mən bunu sizin özünüzə qoyuram ki, yəni səndə hansı işdirsə o şəkildə də apar. Yəni misal üçün Gülayın da siz bunu
buna oxşar bir şəkildə tərcüməni önə çıxarıbdı. Tamamilə özündə hər şey yoxdur. Hansı səndə işə yarayırsa Gülay kimi öz yolunu seç, onunla da get. Vsyo. Bizdə məsələn mənim sinif yoldaşım belə edirdi. Hazır düstur əzbərləyirdi ki, məsələn bundan sonra bu gəlir, bundan sonra bu gəlir. Elə bir o hazır qəlibinə getdiyi üçün qrammatik deməyim, məsələn qrammatikdə səhvi az olurdu. Amma cümlələri yazanda və yaxud da ki, həmin qrammatikadakı cümlənin ing-si olsun, feilə məsələn qoşulan to olsun, onları çox zaman atlayırdı. Çünki tərcümə cəhətdən baxmırdı onlara. Mən çalışırdım ki, ikisini də paralel aparam. Daha çox tərcümə ilə gedirdim də yenə. Qrammatikanı elə bir, necə deyim, yəni mənə elə bir arxada cızıq-cızıq xəttlər verilir. Mən tərcümə ilə üstünə onu tamamlayırdım. Mən belə edirdim. Əla, Biraz fərqli nümunələr verirəm. Amma əla. anlaşılsın deyə bildim. Yes, əla. Mənim mən əslində sənin izinlə aparıram uşaqları. Yəni uşaqları da ona, sürükləməyə çalışıram. Necə? Misal üçün, hal-hazırda yay qrupasında uşaqlara biraz, çətin gəlir uşaqlara. Yəni vaxt aparıcı bir şeydir də, başa düşülən bir məsələdir. Neynirəm Gülay? Mən yay Hı. qruplarında yadına gəlirsə, mən sizə 100 dənə, 200 dənə test vermirdim. Ümumiyyətlə heç vaxt elə test verməmişəm. Mən nə vaxt elə test vermişəm ki, heç vaxt çoxlu Testi vermirəm. azaltdınız. Elə həmin mövzuya aid siz bizə Azərbaycan dilində cümlələr verdiniz. Bizə deyirdiniz ki, bunu çevirin. Bu sayədə mövzunu elə bir anlayırdıq. Yes, o Həm şəkildə. tərcümədən gedirdiniz, mövzunu anladırdınız. Mhm. Amma indi bilirsən, Bəlkə də ona görə mən rahat öyrənmişəm. Çünki dediyim kimi mən tərcüməyə üstünlük verirdim deyənə. Elə sırf tərcümə üzrə getmişəm deyənə, bəlkə də ona görə sizdə tez öyrənmişəm. Başqası olsa bəlkə çətin öyrənərdi. bəli, Yəni maraq. onun da fərqi var. Yes, bax, məsəl üçün hal-hazırda uşaqlara çətin gəlir. Niyə? Çünki vaxt alır. Bu nədir elədiyim şey? Mən uşaqlara 20 dənə 30 dənə test verirəm qrammatikadan. Ayrı heç nə eləmirəm. Məsəl üçün listening-i daha çox verirəm, çünki qulaq həzm eləməlidir. Birazdan listening haqqında da vaxt ayırarıq listening-ə. Qrammatikanı verirəm, deyək ki, 25 dənə test verdim. Elə deyirəm ki, misal üçün, uşaqlar belə yazın. 17-ci sualın cavabı D variantıdır. Düzdürmü? Bunu hər kəs eləyir də zaten. Hər kəs bunu eləyir. Və mən əslində testləri seçib atıram və, ııı, belə toplunun nömrələrini falan silirəm. Topludan seçib atıram və yaxud da ki, öz vəsaitim, öz hazırladığım testlərdə nələrsə atıram ki, əmin olum ki, cavablar onlarda yoxdur və onlar özləri həll eləyirlər. Bundan əmin olmaq istəyirəm çünki. Aaa, Hətta şey dediniz, preposition mövzusunu yazanda xatırlayıram. 50 dənə ya 80 dənə test vermişdiniz. Çünki o biraz qəliz mövzudur da o. Verdiyiniz mövzunun, səhv etmirəmsə 30 dənəsini, ilk 30 dənəsini demişdiniz ki, bunları tərcüməsi ilə mənə gətirin. Yəni cavabı yazırdı, əlavə olaraq bizdən tərcüməsini istəmirsiniz ki, həmin o şeyi, yəni niyə sözünü burada işlənib, onun mənasını dərk etdiyini elə demişdiniz. bəli, Onu da xatırlayıram. hal-hazırda uşaqlara isim olsun, sifət olsun, nə olur olsun, deyirəm ki, 17-nin cavabı D variantıdır, davay onun qabağına tərcüməsini də yaz. Bu niyə belə eləyirəm? Çünki, riyaziyyatda uşaqlar, yazanda həllini də yaza bilirlər də, onda da müəllim inanır ki, həqiqətən bunu özü eləyibdir. Başqa bir məsələ yoxdur burada, gəlib köçürmə və sair yoxdur. Mənim də belə həll götürə biləcəyim bir məsələ deyil bu, ingilis dildir yəni. Neyniyə bilərəm? Tərcüməsini istəyirəm onlardan və hər birində bir-bir tərcümələrini yoxlayıram. Və bu da mənə imkan verir ki, həqiqətən əmin olum ki, uşaq bunu yazır. Və həm də uşaqlara, dərsin içərisində də bunu biraz dərinə edib özüm analiz edirəm ki, qoy uşaqlar da mənim gözümdən baxsınlar ingilis dilinə ki, Gülayın elədiyi məsələlər əslində mən fikirləşirəm ki, mənim elədiyim şeylər sənə də biraz ona kömək eləyibdir. Məsəl üçün Gülay onları oturub analiz eləyir. Deyir, məsəl üçün 3 dənəsini götürürdüm, birini analiz eləyirdim, başa düşdümsə vsyo, 2 dənəsinin variantını yazırdım, bəs eləyirdi. Bu şəkildə. Yəni bu sizə kömək edir. Yəni çox qəşəng kombinasiya oldu. Əla. Əslində mən sizin hazırlıqlarınızı qoşulmamışdan qabaq videolar izahlarına baxmışdım. Elə izahlara baxanda mən gördüm ki, hamısını dərindən analiz edirsiniz də. Məsələn, başqa müəllimlərə də baxmışdım. Onlar elə bir sadəcə qayda ilə gedirdilər də. Məsələn, qayda incisi to be-dən sonra məsələn ing gəlir də. Birbaşa qayda idi. Siz amma onu biraz uzadırdınız. Deyirdiniz ki, şeydə məsələn burada filan tərcüməsinə görə və yaxud da ki, burada -2, -1-də bu burada davam eləyir. Zaman bir dənə orada çətinlik çəkmişəm, orada videosu çox istəmişəm, o yadımda qalıbdı. Onların hamısını tək-tək deyirdiniz. Özü hər səfərində də fərqli-fərqli izahlar verdiniz deyənə. Yəni hər növ yadda saxlamaq olurdu. Əla. Mükəmməl. Bu boyda şey əslində bu boyda əvvəldən danışırıq. Məsəl üçün indi may ayıdır da, yanvarda sən hazırlıqdan çıxmısan. 4 ay, 5 ay bundan əvvəldən danışırıq. Hamısını yadda saxlamağın çox yaxşı bir şeydir əslində. Bizdə uşaqlarla burada Əsas danışa çünki bilirsən. göz yaşı deyə.
Yes, Məsələn, mən ekrana baxanda sizin orada yazdığınız yazılar falan belə xatırlayıram ki, hə, belə-belə yazırdınız. Məsələn, maraqlı. göy rəngdə yazıb altından qara ilə xətt çəkirdiniz və ya digər rənglərlə. Onlar az çox yadımda qalır. Əla. Mən də göz yaddaşı yaxşı olan birisiyəm. Məsəl üçün keçən dəfə Fidanla bir yerdə çəkdik. İndi Fidanın da biz eləyəcəyik, intervyusunu çəkmişəm. İndi onu yayınlayacağam. İnşallah səninkini də bir gün yayınlayacağam. Yəni ki, bu şəkildə maraqlıdır. Başqa nə haqqda danışmaq istəyirəm? Suallardan birisi odur ki, ilk esselerin necə idi və sənin esselərdə ən çox inkişaf elətdirən nə oldu? Valla essedə ilk esselərimi, yəni esse demək belə olmazdı da onlara. Birinci sinif cümlələri qururdum. Yəni mən gedirəm, mən gəlirəm, yəni belə çox-çox sadə cümlələr qururdum. Çünki başqasını mən qura bilmirdim. Çünki həmin vaxtda mən cümlə, yəni necə qurulur onu belə bilmirdim də. SVO-nu belə bilmirdim. Hazır qəliblərdən istifadə edirdim o vaxtda. Ondan sonra siz belə uzun qəliblər öyrətdiniz. Həmin uzun qəliblərdə mən sözlərin yerini dəyişdim, zamanı dəyişirdim. Yəni məsələn siz bir cümlə deyirsiniz ki, ən asandan deyim. Məsələn siz deyirsiniz ki, mən gedirəm. I am going to, nə bilim nədir belə. Mən orada götürürdüm, onu fərqli zamanlarda özüm üçün eləyirdim də. Yəni heç bir tapşırıq kimi yox. Özüm üçün götürdüm onu fərqli zamanlarda və yaxud da ki, fərqli isimlərdən, fərqli sinonim, sifət nəsə də. Yəni fərqli sözlərlə əvəz eləyirdim. Və yaxud da məsələn indi bəzi esselərdə belə bir şey var ki, bu fikirdən razısınızmı? Məsələn, hə yazıb təsdiq edən şeylər yaza bilirik və yaxud da yox, yox yazıb inkar edə bilər. Həmin yerlərdə məsələn cümlədə sözləri dəyişirik, antonimləri ilə dəyişirdik. Məsələn, orada çox şey eləmişdim. Mən həmin suallardan bir səhv eləmirəmsə, sizlə bir yerdə 2 esse yazmışdıq. Yəni mən elə xatırlayıram. Həmin vaxtda mən hər ikisini də essesini yazırdım. Sizə birini atırdım, düzdür. Amma özüm üçün ikisini də yazırdım ki, birini bilirəmsə, qoy ikinci növünü də bilim. Əla, Yəni mükəmməl. Super. Bilirsiniz nə edir uşaqlar? Elə öz əslini izah elədi. Bir cümlənin içərisində, məsəl üçün, uzun bir cümlə quraq. Misal üçün, elə ən sadə cümlə deyirəm. I am going to, um, studying. school. Məsəl üçün. I'm going to studying, belə deyək. I'm going to, orada going to-nu I am on my way ilə əvəz eləmək olar. Yəni o yoldayam, yəni ora gedirəm. I am on my way. Və yaxud da ki, I am heading up to. I am heading up to o şəkildə də vermək olar. Studying-in də əvəzinə məsəl üçün learning verə bilərik bu şəkildə. Artıq sən də öz versiyanın da quranda artıq sənin üçün məsələ biraz yüngülləşir. Yəni daha da yadında qalır bu şəkildə. Əslində bu da biraz da şeydir. Məsələn, sizin sadə cümlələr qururdunuz. Həmin cümləni deyirdiniz ki, məsələn, özünüz demisiniz ki, not only but also-nu çox sevirəm. Mən də o cümlədən daha çox götürürdüm. Məsələn, bir şey yazanda birinci dəfə inkarın yazırdım, sonra but qoyurdum, o birini yazırdım. Yəni bir cümləni çalışdıq qədər bağlayıcılar əlavə edirdim, fərqli-fərqli cümlələri birləşdirirdim ki, şey olsun, həm cümlə qurmağı öyrənim, həm uzun cümlələrim olsun, həm də ki, yəni şeylə bağlayıcıları dərk edim. Okay. İmtahanda da not only but also-nu istifadə eləmişəm, həm də oradan da yadımda qalıb. Əla, əla. Okay. Bəs yaxşı. Nə vaxtsa dərsi buraxmaq istəmisənmi? Elə bir şey zaten olub. Amma xüsusi o Bilmirəm. zaten elə bir şey olubdur. Bu haqda danışmısan. Bu haqda belə bir sual var idi. Bilirsən də mən Instagramda qutu qoyuram. Orada nə suallar verirlərsə digər uşaqlara eynisini də sənə verirəm. Zaten elə deyib bunu cavab veribdi. Amma bəzən olur dərs işləyəndə adamın ürəyi bulanır dərs işləməkdən. Yəni heç bir problem yoxdur da bu adam, prosta ürəyi bulanır. Elə bir momentlərin olubmu və həmin momentdə necə motivasiya tapırdın? Mən məsələn bu aralar indi bloka hazırlaşıram. İmtahanım 2 ay qalıbdır. Blok dövrünə verim də. Mən məsələn həftənin bir günü, məsələn bu günü mən heç bir dərs eləmədim. Yəni düzdür, hazırlığa getdim, hazırlıqda dərs keçdim, amma hazırlıqdan sonra mən heç nə eləmədim də. Yəni evə gəldim, ancaq film izlədim. Yəni full vaxtı özümə ayırdım. Çıxdım, gəzdim, heç bir dərs eləmədim. Amma səhəri günü və yaxud da ki, dünənki günü mən oturdum saatlarla test işlədim, saatlarla dərs oxudum. Həmin vaxtda da artıq gördüm ki, başım ağrıyır və yaxud da ki, onların dediyi kimi ürəyim bulanır, dərs görmək istəmirəm. İndi öz hobbim olan, məsələn, mən paten sürməyi çox sevirəm. İndiki havada elə çıxırdım, pateni sürürdüm, özümə əyləncəliyirdim, vaxt ayırırdım, gəlirdim, bir də otururdum dərsimə. Və yaxud da, yəni həmişə çalışıram ki, nə vaxt narahat oluramsa və yaxud da dərsdən sıxılıramsa, özümə vaxt ayırıram. Həmin vaxtdan sonra təzədən yenidən dərs edirəm. Yəni özüm özümə motivasiya edirəm, çalışıram.
Əla, maraqlı. Bəs yaxşı, am, sən hansı məktəbdə oxuyursan Naxçıvanda? Əgər ki, yəni demək istəmirsənsə deməyə bilərsən, amma 8 nömrəlidəyim. okey. Şəhər adı qeyd eləməkdə heç var, yoxsa 8 nömrəli deyəndə hamı tanıyır? Naxçıvan şəhəri 8 nömrəli gedir elə. Okey, əla. Bu şəkildə. Başqa burdakı suallar çox təkrar suallardır. Hamını eyni şey maraqlandırır. Hamını eyni şey maraqlandırır. Hımm, Əslində biraz məncə fərqli gözdən baxmaq lazımdır. Məsələn, hamı eyni şeyi düşünürsə, sən biraz fərqlisini düşünməlisən ki, özün öz yolunu tapa biləsən. yes, şeyə oxşadı. Nihilist penguin. Ona oxşadı biraz. Amma nəysə. Amma Ya, razılıqla. məsələn, mən özüm elə etmişəm də. Bizdə, bizim sinif olsun və yaxud da, digər hazırlıqlardan olsun, hamı ingilis dilini qəlib şəklində öyrənirdi də. Sual budur, burdan cavablar çıxırdılar. Hamı elə öyrənirdi deyir. Mən elə öyrənməyi xoşlamırdım. Məsələn, müəllim izah edirdi. Deyirdim ki, mənə bu şəkildə məsələn də 10-cu sinifdə deyirəm də, həm vaxt sınavıca. Deyirdim ki, mən bu şəkildə başa düşmürəm. Mənə deyirdim ki, biraz daha belə analiz eləyin də, daha genişləndirin, daha şey eləyin. Çünki mən deyirəm ki, mən bunu belə başa düşə bilmirəm. Çox qısadır. Bunu da məsələn ona görə də şey edirdim, həmişə, daha uzun izah axtarırdım ingilis dilində. Əla. Bunun tərsi də məndə riyaziyyatdadır. Riyaziyyatı o qədər məsələn rahat dərk edə bilirəm ki, müəllim bir dəfə deyəndə ki, bu belədir, getdi. Oradan o həmin mövzuya bütün sualları mən rahatlıqla yaza bilirəm. Bunda da uzun izah xoşlamıram məsələn. Amma ingilis dilində uzun izah mənə lazım idi, çünki zəif idim. Bu da insanın özündən asılıdır da. Baxır hansı mövzudan, hansı, fəndən və yaxud da götürmə qabiliyyətinə. Eynən. Eynən, əla. Okay, super. Bəs yaxşı, günə neçə dəqiqə çalışırdın real olaraq dərs? Valla mən 2 saatdan o yana çalışırdım ki, keçməyəm. Çünki biraz tənbəl idim. Dərs oxumağı sevmirəm. Kim Çox sevir ki? tənbələm də mən. Niyə kim sevir ki? Yəni kim niyə sevək ki ümumiyyətlə? Məsələn də mən özümü məcbur etmirdim ki, məsələn də bu tapşırığı bu gün bitirim. Mhm. Mən hətta bəzi tapşırıqların çoxunu son momentlərə saxlayırdım. Həmin o həyəcanla, həmin o adrenalinlə yazanda daha yadımda qalırdı. Ya bunu məsələn bilərək elədiklərim olubdu. Amma yəni gün ərzində dərsə çox vaxt ayırmağı, yəni heç sevmirdim də. Mən nə yalan deyim, sizin hazırlıqda da elə bir, məsələn sizin verdiyiniz tapşırıqları biraz yazırdım, biraz riyaziyyat yazırdım, biraz ondan bundan. Hərəsini az-az eləyirdim. Sonra gördüm sıxılıram, dərsin başını atırdım. Səhər 3-nə qədər də mən heç nə eləmirdim də. Çox belə, çox-çox tənbəl işləmişəm. Çox qəşəng metoddur. Mən də sənin kimiyəm əslində. GPA-im 4 üzərindən 4-dür. Bu şəkildə. Başqa bir şey yoxdur. Bir dənə baxım. Dım 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 dım. Deməli. Məsəl üçün suallardan birisi var ki, ingilis dili üzü görməyən uşağa nə deyərsən? Zaten məncə bunlar. Elə bayaqdan bu haqda danışırıq. Mənəm. Нет. Bu haqda nə danışa bilərik ki? Okay, məncə elə bu qədər kifayətdir. Kaş əvvəldən biləydim dediyin bir şey varmı? İngilis dili tərcüməsi. Əla. Bayaq Əslində hələ bunu biraz vurğulayırsan. çünki şeydir, mən dediyim kimi də bizdə bir dənə müəllim var idi, aşağı sinifdən bizə o dərs deyirdi də, yəni 1-ci sinifdən. Həmin müəllimə biraz necə deyim, dərsə çox fikir verən deyildi. Mən də həmin vaxtda şəhərdə oxumurdum, başqa kənd məktəbində oxuyurdum. Kənd məktəbində də birisi də çox belə hamı hər şeyi yüksək qiymətləndirən deyil də. Ona görə ingilis dilim mənim çox-çox zəif idi də. Bizdə də həmin müəllim elə məsələn bir sualı 2 saniyə izah edirdi də. O qədər qısa izah edirdi. Və o sırada mən sualı Sadəcə deyirdi bitmədən ki, məsələn də adi qoyurdu. Məsələn, nə deyim, məsələn, in eveningdir da, məsələn, atıram. Bir dənə deyir ki, eveningdə in olacaq, getdi, qurtardı, atırdı. Keçirdi o biri suala. Yəni ona görə də ancaq elə bil əzbər metodundan öyrənirdi. Mənim də əzbərim yox, tətbiqim yaxşı idi deyənə mən heç cürə öyrənə bilmirdim həmin vaxtı. Amma o vaxtı bilsəydim ki, mən tərcümə ilə, analiz eləyə-eləyə, bilsəydim ki, genişləndirə bilərəm, özümü tətbiq edə bilərəm, onda hə, edərdim. Amma bilmirdim. Okay, əla, maraqlı. Da o vaxtı bilsəydim ki, ingilis dili belə inkişaf edəcək, hər yerdə lazım olacaq, onda oxuyardım. Maraqlı. Digər bir sualda isə deyir ki, 90 bal toplamaq üçün genius olmaq lazımdırmı? Genius, yəni dahi olmaq lazımdırmı?
Eee, bilmirəm indi bəlkə də deyərsin, mən belə özümü heç bir genius kimi görmürəm. Hətta smart da görmürəm. Yox, məncə smartsan. Kifayət qədər smartsan. Çünki o qədər çətinliklərə əsasən bunu bacarmısan, yəni bu böyük bir şeydir. Əslində o ağıllıya baxmır, ağıla və yaxud da, şeyə baxmır. O bir baxır disiplinə, bir də baxır öyrənmə istəyinə. Vsyo. Məsələn, bizdə məsələn biri var idi, ingiliscəni, öyrənmək istəyirdi, amma yəni gününün çoxunu da, yəni bir gün ərzində maksimum 8 saat dərs oxuyurdu da həmin qız. Nə vaxt yazırdım, ancaq oxuyurdu, ancaq oxuyurdu. Amma getdi imtahanda 100-dən aşağı topladı, bəs şey olur. Və onun elə bir məqsədi şey deyildi da, o sadəcə toplamaq üçün şey deyirdi. Yəni deyirdi ki, imtahanı keçim, qoy bunu da yazım, qoy bu testi də eləyim, qoy müəllim bunda yazdığımı görsün. Yəni o huşeylə eləyirdi. Ona görə çox-çox işləyirdi, amma inkişaf olmurdu. Ya bir də götürümü bəlkə zəif idi, bilmirəm. Amma mənə görə hamısı həvəsdən asılıdır da. Məsələn, əvvəl mən də elə idim. İngiliscəyə heç bir həvəsim yox idi da. Yəni ingiliscəni qoysalar qabağıma, 3 ilinə mən onun üzünə baxmazdım. Amma sonradan elə bir hər hansı bir şey olsun, mahnılarda və yaxud da ki, filmlərdə və sairə gördüm ki, ingiliscədən çox istifadə olunur, ya xarici ölkəyə getmək üçün ingiliscə lazımdır. Ona mən başladım həvəslə öyrənməyə ki, deməli mən ingiliscəni bilsəm, mən də xaricə gedə bilərəm, öz işimi qura bilərəm, karyeramı genişləndirə bilərəm. Və yaxud da ki, uşaq ağlı ilə götürsək, ingiliscəm olsa çoxlu-çoxlu dostlarım olar. Həmişə bu şeylə getmişəm də elə bir. Özümü həvəsləndirirdim. Məsələn, hamının indiki məqsədi imtahanı keçmək, yüksək bal toplamaq, istədiyin yerə qəbul olmaqdır. Mən amma hər bir fənni ayrı-ayrı vaxt ayırıram. Hamısını da həvəslə edirəm. Məsələn, Azərbaycan dilində öz fikirlərimi ifadə etməliyəm axı. Həmin o fikirləri mən fərqli-fərqli ifadə eləyirdim. Bəzən məzəli eləyirdim, bəzən belə sinif rəhbəri kimi şey eləyirdim. Və yaxud da ki, riyaziyyat mənim üçün həmişə həvəsli olubdur. Məsələn, bir sualı tapanda onun həyəcanı var. Bilmirəm, bəlkə sizdə də olub o. Amma bir sual tapanda o məsələn uzun-uzun hesablayırsınız, gedirsiniz. O yaxınlaşanda o həyəcan olur ki, aha deyəsən tapıram. Həmin o həyəcan məsələn mənim xoşuma gəlirdi. Ya da ingilis dilində şey eləyirdim ki, a, bu sözü artıq bilirəm, deməli artıq bu söz mənim yaddaşımdadır. Ya da bu cümləni qurdum. Yəni onlarla hamısına sevinməyi bilirdim də. Məsələn, bəziləri qururdu, keçirdi və yaxud da bəziləri mənim kimi sevinirdi. Və mən bir də onu bildim ki, kim hansı dərsi həvəslə öyrənirsə, onu da bilir. Amma həvəssiz yanaşanda sırf məcburiyyətdən oxuyanda heç bir dərsi biz öyrənə bilmirik. Eynən. Mən buna Məndə razılaşıram. məsələn burada saydığım elə bir mən birinci qrupa verirəm. Mən informatikada həvəslə oxuyuram, riyaziyyatı da, Azərbaycan dilində, ingiliscəni, hamısını həvəslə oxuyuram. Bir dənə fizikanı məcburçuluqdan oxuyurdum. Onu da ki, heç cürə indi inkişaf elətdirə bilmirəm. Yəni sona çatmışam və mənim fizikam eyni səviyyədədir. Heç cürə qaldıra bilmirəm. Çünki dediyim kimi məcburiyyətçilikdən oxuyuram. Yəni onu mən həvəsləndirəcək bir şey axtarıram ki, həvəslənəm, oxuyam, amma tapamıram. Onu inşallah Allah deyən olsun tapım. 2 həftəm qalır çünki. Maraqlı. Məncə fizika maraqlıdır ki, ətrafdakı hadisələri başa düşməyə. Məncə ingiliscədən daha maraqlıdır. Elə fikirləşirəm. Ətrafdakı hadisələri Mən analiz eləyirsən. ətrafdakı hadisələrə biraz fəlsəfə cəhətdən baxıram. Yəni ona görə fizika çox mənlik deyil. A, okay. Məsələn, Maraqlı. fizikada məsələn də sizə bir dənə deyir ki, məsələn blok qaldırırsa, bir dəfə qaldırır, vsyo da, məsələn. Amma mən ona məsələn fəlsəfi cəhətdən baxıram ki, məsələn bunun buraxılma ehtimalı var, onun ipin qırılma ehtimalı var. Mən o qədər şey eləyirəm ki, fizika mənim üçün çox stabildir. Mən xəyal gücümü genişlədən fənlər istəyirəm. Məsələn, ingilis də onlardan biridir də, bir cümləni fərqli-fərqli qura bilirəm. Hər növ edə bilərəm ki, Azərbaycan dilində bundan eynisi ilə bir cümləni fərqli-fərqli qura bilərəm. Riyaziyyatda da məsələn bir sualı 4-5 fərqli üsulla, ya bəzilərini 4-5 fərqli üsuldan getmək olur və yaxud da burdan çıxarış tapa bilmirəmsə başqa bir üsulla keçirdim. Ya da informatika olsun ki, informatikanın özü başdan ayağa kod yazmaq demək olar. Ya bizim imtahanımıza daha çox elə düşür. O kodları yazmaq üçün də öz xəyal gücümüzü işlətməliyik. Amma fizikada bu yoxdur. Mən xəyal gücümü işlədəmirəm. Mən 8-ci sinifdə oxumuşam fizikanı yaxşı. Ondan sonra başını buraxdım. Çünki Mən heç lazım bir deyil. oxumamışam. Maraqlı bu şəkildə. A,
digər fənlərdən də danışsaq, biraz vokada yayındıq, çox qəşəng. Bəs yaxşı, indi sən bilirsən ki, bizim listening falan fistan, aaa, 5 dənə sectionumuz var. Listening, reading, writing, vocabulary and grammar. Speaking yox. Hə, Speakingimiz yox. hə, Speaking hə. buraxılışda yox. Bu imtahana düşən sectionlar haqqında xüsusi olaraq demək istədiyin bir şey varmı? Məsəl üçün readingdə xüsusi olaraq işlətdiyin bir şey. Məsəl üçün indi o listeningdə, nə bilim, transkript çıxartmaqda falan filan, onu zaten uşaqlar videolarından bilir və digər videolarımızı uşaqlar deyiblər. Xüsusi olaraq demək Readingdə istədiyin bir şey varmı? mən readingdə birinci suallara baxırdım. Yəni əslində suallara dediyimdə qapalılara yox, birbaşa açıq suallara baxırdım. Məsələn, orada hər hansı bir sözün sinonimini və ya antonimini istəyir. Həmin sözə baxırdım, tərcüməsindən bilirdim ki, məsələn, bu sözlərdən biri ola bilər. Çünki elə sinonimlər var ki, ingiliscəsində sağ olsunlar 10 dənə sinonim olur. Həmin hamısına baxırdım. Həmin yerdə də axtaranda istər-istəməz mətndə axtardığım üçün gözümüz mətni görür. Az-çox bəzi sözləri görürük. Məsələn, əsas yerləri təqribi görə bilirik ki, yəni belə şeydən bir söhbət gedir. Hı. Həmin axtaran momentdə həm sözü tapırdım, həm də ki, mətnlər haqqında məlumatım olurdu və yaxud da ki, digər cümlə tamamlama olurdu. İki sözü dəyişərək. Həmin onun cümləsini axtaranda da həmin cümlə bizim demək olar ki, ümumi olaraq əsas cümləmiz kimi bir şey olur. Çünki çox zaman söz bolluğu olan bir cümləyə verirlər və bu da birbaşa mətnin əsas hissəsi olur deyənə rahatlıqla bunu da şey eləyirdim. Yəni mətni mən belə anlayırdım açıq suallar vasitəsilə. Bir də məsələn esseyə baxırdım. Bəzən esselərimiz elə olur ki, mətndən uyğunluq təşkil eləyir. Düzdür, bəzilərində eləmir. Amma edənlərdə esseni mən götürürdüm, mətndən yazırdım. Məsələn, mətndə sözləri götürürdüm, eynisini yazırdım ki, hansı cümlələr yazmaq istəyirəm. Onları genişləndirirdim, sözləri dəyişirdim ki, mətndən götürdüyüm bilinməsin. Bu şəkil eləyirdim. Ondan sonra mətni dərk edirdim ki, hə, mətn budur. Sonra qapalı suallar asanlığından zaten özü tamamlanırdı. Yəni çünki artıq mətn haqqında məlumatım olur. Ona görə də bəlkə də çox adam bunu eləmir, amma mən açıq suallardan həmişə başlayırdım mətndə. Hətta birbaşa essedə başladığım belə olub da. Əla, əla, mükəmməl. Bu arada hamısını düz yazıb, açıqların hamısı baxdım. Orada bir hamısı düppədüzdür. Əla, görürsüz uşaqlar, zəhmət verib həqiqətən də zəhmətimin qarşılığını alır, yəni bu qədər bəsit. Mən bayaqları o dahi olmaqmı lazımdır, onunla razılaşmıram. Mən şəxsən dahiyəmmi? Yox. Yəni ingilis dili dünyanın dilidir. Milyardlarla insan danışır. Milyard insan mı danışır? 8 milyard insan var. İndi o nə qədər ingiliscə danışır bilmirəm. Nəysə. Yəni milyonlarla insan Çoxu danışır. danışır. Yes, biz Albert Einsteinmi? Deyilik. Bilmirik, bir gün nə olar, indi onu deyənmərəm əlbəttə ki, amma hələlik deyilik. Bu şəkildə. Belə, başqa nəsə varmı? Hə, uşaqlarda açıq suallar çıxarıldı. Bir dənə açıq, tapşırıq var, o da 100 dənə Salıqlar. sözlük, bəli, 100 dənə sözlük esselərdir. Əslində o 70 dənə söz olanda artıq o tamamlanmış hesab edilir və 26 dənə sual var hal-hazırda 11-ci siniflər üçün. Yəni basically 9-cu siniflərdən aşağı-yuxarı eyni şeydir və uşaqlar ağlaşır. Səncə uşaqlar Mən də ağlaşmalıdırmı? ondan hazırlayıram şəxsən. Əslində bu biraz yaxşıdır, çünki səhv etmirəmsə gələcəkdə indi yox. Gələcəkdə düşünürlər ki, şey salsınlar, speaking salsınlar. Böyük ehtimalla buna görə belə edirdilər. Çünki dediyim kimi inkişafa doğru gedirik deyənə bizə qrammatika yox, daha çox writing, speaking, bir də listening lazımdır. Ona görə bu şeylə gedir bunlar. Necə deyim, proqramla belə aparırlar. Ki belə baxanda məncə esseni belə etməkləri biraz yaxşıdır, amma nətər yaxşıdır? Məsələn, bir sözün sinonimlərini biz bu şəkildə öyrənə bilərik. Məsələn, fərqli-fərqli işlədə bilərik ki, məsələn, bir sözü fərqli-fərqli izah edə bilərik. Sırf yəni cümlələrimiz uzun olsun deyənə sözlərimizi öyrənə bilərik də, yəni. Cümlə uzun olsun deyənə daha çox söz əlavə etmək üçün qrammatika nə idi? Lüğətdən istifadə edirik də, yəni. Buna görə məncə qəşəngdir. Amma bütün açıq suallarla vurmağa məncə biraz şeydir. Çünki belə olanda qapalı suallar biraz daha bir şey olur. Qaranlıq qalır. Çünki dediyim kimi yəni mənə görə olur da, bəlkə başqalarına görə qapalı asandır. Amma mən dediyim kimi mən açıq suallardan əzbərlədiyim üçün mətni, yəni öyrəndiyim üçün mənə görə məsələn çətin olardı. Maraqlı. Amma mən fikirləşirəm ki, açıq sualların olmaması, biraz məni üzdü açığı. Çünki listeningdə açıq sual yoxdur. Yəni bu biraz insanı nə dərəcədə inkişaf elətdirir?
Biraz belə işə salırdı səni, sən artıq lüğətində necə yazılır, necə yerdə beynini işlədirsən. Amma indi passiv şəkildədir. Bu biraz məni üzdü açığı. Essenin o şəkildə olmasına əslində sevindim. Amma əslində, yəni belə eləməkləri əslində doğrudur da. Yəni essenin sözlərini çoxaldıblarsa, o zaman gərək ki, açıqları bağlayaydılar. Heç onu balanslaşdırsalar əslində daha yaxşı olardı. Amma belə də Onu razıyam. istəyirəm. Writing-i inkişaf elətdirməlidir insanlar. Əslində birazcıq da dəyişsələr, məsələn, listening-dəki açıqları saxlasaydılar, reading-ə sırf esseni versəydilər, onda bəlkə hə, çox yaxşı olardı. Ki 100 söz də biraz çoxdur. Hətta ingilis dilinin sırf 100 söz əlavə olunub deyənə qayda çıxardıblar ki, buraxılış imtahanı artıq 3 saat 15 dəqiqə olacaq. Yəni sırf cavab kartına köçürtməkdən bilmirəm. Amma belə bir artım da eləyiblər. Yəni bu artımlandırsa məncə balanslı şəkildə imtahanı saxlaya bilərdilər. O da var. Bəli. Yadıma gəlir Fəridlə Nisa, onların esseləri. Onların esseləri Deyirsən, yekə idi. uzun yazmışlar. Yes, onlar yekə yazmışdılar. Elə onlarınki hardasa 100 sözlük falan var. Saymamışam əslində. Neçənci ilin uşaqları idi onlar? Neçənci ilin məzundular görəsən? 2024-ün, 2024, 2025, 2025-in məzundular deyəsən. 2 ilə 3 il oldu, hə. Nəsə elə bir şey Bizə öyrətdiyinizə görə 3 il olmalıdır. nəsə elə bir şey olmalıdır. Yadımda deyillər uşaqlar. Neçənci illərdir. Uşaqlar yadımdadırlar da, illər yadımda deyil. Bu şəkildə. Ona görə, yəni, onlar misal üçün 25 dəqiqə yazırdı, 27 dəqiqə yazırdılar. O qədər hələ onların timsalında nə qədər çox nümunə deyə bilərəm. Bu indi deyirlər ki, Fərid Nisa kimdir? Writing videoma gedə bilərsiniz. Uşaqlar Part 4 adlı bir videomdur. Orada, yəni, gedib tanış ola bilərsiniz onların esseləri ilə. Bu şəkildə. Başqa bir şey demək istəmirəm. Uzun yazmışlar, bəli. Əslində ingilis dili ilə bağlı burada biz dayandıra bilərik. Çünki məncə kifayət qədər danışdıq hər şeyi. Çox əhatəli danışmışıq. Xüsusi bir şeyin varsa, onu deyə bilərsən. Bir də əlavə ingilis dili ilə bağlı xüsusi bir şey varsa, onu deyə bilərsən. Bir də ki, mən bilmək istəyirəm ki, biz bilmək istəyirik ki, sən ümumiyyətlə dərslərdən başqa nələrləsə məşğulsanmı? Misal üçün, bəzi uşaqlarımız var bizim. 2 dənə uşaqla intervyu çəkmişdim, sən üçüncü uşaqsan. Artıq, yəni, o ikisi də olimpiyadaçı olublar. Sənin, məsəl üçün, bayaqlar dedin ki, patent sürməyi sevirmişsən. Başqa şeylərlə bağlı bir marağın varmı? Onları da bizlə bölüşsən maraqlı olar. Məsələn, mən kitab oxumağı sevirəm, musiqiyə qulaq asmağı sevirəm. Bunlar da çalışıram ki, dərslərimə məsələn uyğun olsunlar ki, həm elə bir hobimi edə bilim, həm də rahatlığına şey edim. Məsələn, patent sürən vaxtı mən naşiqi taxırdım ingilis dilində. Həmin sözləri özüm də deyirdim. Bu sayədə elə bir dolan yoldan listeningimi şey edirdim. Həm də ki, məndə belə bir şey var ki, mən bir işə, ya sırf bir işə diqqətimi verə bilmirəm. Yəni qabağımda sadəcə bir iş olanda mən onu heç cürə sona çatdıra bilmirəm, edəmirəm. Mən minimum 2 işi bir yerdə etməliyəm ki, hər ikisini də sona çatdıram. Niyə bilmirəm, amma belə bir xasiyyətim var. Ona görə mən şey eləyirdim, çalışırdım ki, 2 işi bir yerdəyəm, buna görə də hobilərimlə dərsimi birləşdirib eləyirdim. Yəni elə belə öyrəndiyim üçün mənə də belə rahat olub. Amma məsələn bəziləri var ki, bunları təklik edirlər. Onu da məsələn sıraya salmaq olar ki, məsələn, filan qədər dərsim var, bu dərsi bölürdüm məsələn 4 yerə, belə edə bilmək olar da. Yəni özüm etmirəm, amma deyirəm. 4 yerə bölürəm. Məsələn, birinci hissəni qutaranda öz hobinlə özünə bir nə verə bilərsən? Hədiyyə kimi ya mükafat deyim də, mükafat verə bilərsən. Məsələn, bəziləri var ki, dərslərini eləyirlər, dərslərdən sonra məsələn heç nəyə həvəs qalmır. Həmin o həvəs yaransın deyənə çox xoşladığımız bir şey həmin araya sala bilərik, özümüzü mükafatlandıra bilərik. Ki bunu səhv etmirəmsə siz də demişdiniz. Yəni elə bir şey xatırlamıram. Demişdiniz ki, yazandan sonra özünüzə mükafat qoyun, ya götürün kitab oxuyun, ya belə bir şey demişdiniz. Yes. Əslində mən də elə gedirəm biraz. Amma mən ikisini bir yerdə aparıram da, elə bir dərsi eləyən müddətdə mükafatımı götürürəm. Əla. Mənim hal-hazırda işlərimdən sonra özümə elədiyim mükafatım səyahətdir. Səyahət eləməyi sevirəm. Bu şəkildə. Amma siz də ürəyiniz nəyi daha çox sevirsə, onları özünüzə eləyə bilərsiniz hədiyyə. Məsəl üçün, yaxud da ki, kofe sevirəm. Çox dəhşət kofe sevən bir insanam. Bu şəkildə ola bilər. Başqa? Mən öyrənməyi sevirəm. Yəni hər şeyi öyrənməyi sevirəm də. Fərqli-fərqli sahələr olsun və yaxud da ki, psixologiya, insanların psixologiyası ya da bədii kitablarda başqa insanların yaşadıkları ki, bundan çoxu həqiqi olmur, düzdür. Amma mən öyrənməyi sevirəm. Bunu da elə bil özümə cəmləşdirirəm. Necə edirəm bilmirəm, amma eləyirəm. Maraqlı. Mənə elə gəlir ki, sənin eləyişin var.
Mən əvvəllər sənin kimi idim. ADHD bizə necə Nəyim yazılır? var? ADHD ADHD. ADHD. ADT-dır. ADHD. Ekrana Hə, yazıram. ADT-dır. Yes. Və yaxud da ki, istəsən dərsin çıxandan sonra sənə deyərəm, araşdırarsan, görürəm ki, öyrənməyə maraqlısan, vaxtı öyrənə bilərsən ADHD. Mənə elə gəlir səndə ondan var, bilmirəm, indi araşdırıb özün baxarsan. Çünki dedin ki, bir neçə dənə işi birlikdə aparmağı sevirsən. Amma mən əvvəllər sənin kimi idim. İndi tamamilə əksiyəm. Tamamilə bir yerə fokuslaşmalıyam. Bu şəkildə. Maraqlı. Başqa O elədiyin bir şey varmı? əslində dövrü nasıldır? Hı? Məsələn, indi bizim belə dövrümüzdür, necə deyim, qanımızın qaynayan dövrüdür də. Buna görə də belə çox həyəcanlıyıq. Yəni enerjimiz çoxdur da bizim. Bəlkə də buna görə mən də elədi ki, məsələn, bir çox şeyə birdən şey eləməliyəm. Çünki mən bir şeyə fokuslananda elə istəyirəm ki, sıxılıram. Yəni bir şeydir, qabağında bir məqsəd var. Mən o məqsədə getmək istəmirəm. Mən 200 dənə mükafat elə bil istəyirəm də. Bir şeylə mən qane olmuram. Özüm bəlkə də elədir. Bir də bizdə elə bil məndə şeydir, lap əvvəldən də olsa da, mən uşaqlıqdan bu yana həmişə çox işi bir yerdə görmüşəm. Yəni məsələn 5 işi bir yerdə tapşırardılar, hamısını eyni vaxtda eləyib eyni vaxtda bitirməyə çalışardım ki, məsələn də hamısını eyni vaxtda tərif eləsinlər. Yəni burada uşaqlığımdan biraz misal verirəm. Ona görə bəlkə də belə öyrənmişəm. Amma məsələn bizdə bəziləri var ki, mənim məsələn belə bir şey var ki, mən arxaya kino qoyuram. Yəni döyüşlü səhnəsi kino bildiyiniz və onunla bir yerdə dərs edə bilirdim. Amma biri də var idi ki, adi arxasında, yəni yanında sadə piano səsi belə olanda o dərs oxuya bilmir. Yəni mahnının heç bir sözü yoxdur, yəni sadəcə musiqi var. Bununla belə dərs oxuya bilməyənlər var. Buna görə də elə məsələn onlara sakit bir şey lazımdır, onlara təşbir məqsəd lazımdır. Amma hamı da dediyim kimi fərqlidir. O da insan öz şeyini tapmalıdır. Biraz da ona görə biraz şeyim lazımdır. Eynən. Məsələn, mən şey eləyənə qədər, özümü tam anlayana qədər ki, necə öyrənirəm, fərqli-fərqli milyon dənə metod yoxlamışam da, yəni demək olar. Məsələn, hər səfərində bir şey dedim. Məsələn, Pomodorodan çox istifadə etmişəm. 50 dəqiqə, məsələn, sırf dərs oxuyub 10 dəqiqə tənəffüs elədiyim olub. Məsələn, amma gördüm ki, bu mənlik deyil. Çünki vaxtı qoyurdum, vaxt gedirdi, amma mən xəyallardaydım. Çünki mən bir şeyə odaqlanmırdım. Amma sonradan dediyim kimi belə 2 işi eyni anda məsələn eləməyi öyrəndim, şey elədim. Onda daha rahat oldu mənim üçün. Maraqlı. Ona görə bayaqlar dedim ki, əvvəldən başlayın ki, öz metodlarınızı tapasınız. Çünki hər şey çox vaxt aparır. Yəni sən axır deyək ki, 1 ay qalmış özündə elə bir şey kəşf eləyə bilərsən ki, səndə bu işə yarayır və bu artıq gec ola bilər. Amma daha öncədən tapsan o metodu aylarla, tətbiq eləsən gör nə qədər sən daha produktiv öyrənmiş olur. Misal üçün, hal-hazırda biraz maraqlı gələ bilər, amma mən darıxdırıcı işləri görməyi sevirəm. Sən deyirsən ki, sən sıxılırsan. Mən işə darıxdırıcı işlə həqiqətən qoy 6 saat, 6 saat oturub işləyəcəm kompüterin qabağında. Yəni belə bir insanam. Mən onu sevirəm. Amma bilirsiniz necə sevirəm? Həmin onun yanında bir dənə də xoşum gələn bir şey olanda sevirəm. Yəni məsələn mən oturub saatlarla otağımı və yaxud da evi yığışdıra bilərəm və yaxud yemək və yaxud da ki, sizin dediyiniz kimi, yəni kompüterdə oturub saatlarla yazı yaza bilərəm mən. Amma arkada ya musiqi olmalıdır, ya hansısa yəni beynimi elə mən 2 yerə bölməyi sevirəm də. Həm elə bir belə bir şey var ki, sağ beyin daha çox musiqidir, ədəbiyyatdır, sol beyin riyaziyyatdır da. Bunu da mən çalışıram ki, həmişə elə bölüm. Yarı-yarıya bölməyə çalışıram. Məsələn, məsələn mən otağımı yığışdıranda arxaya riyaziyyatdan və yaxud da ki, digər belə yəni çətin fənlərdən beynimi belə məşğul edəcək şeylər qoyurdum. İzahlar qoyurdum. Otağa yığışdıranda mən fərqində olmadan həmin izahı öyrənirdim. Çünki mənim orada elə bir fikrim, dediyim kimi də yarıya böldüyüm üçün elə işi görürəm, amma fikrim orada olur. Və yaxud da tam tərsini edirdim. Mahnı qoyaraq ingilis də oxuyurdum. Həm ingilis dilində sözlər, mahnılar beynimdə fırlanırdı, həm də yazırdım. Fərqli-fərqli də hərəsinin özünə görə şey deyirdim. Hər işin öz fərqli metodunu götürürdüm. Bəli, bu haqda əslində mən şeydə danışmışam, Aslan videomda danışmışam. Şuursuzmu yoxsa şüurlu bir şəkildə ingiliscə öyrənmək. Şuursuzmu deyək biz ona? Şuursuzmu olur? Məncə şüurlu olur. Çünki sən şüuraltı şəkildə sən Əslində gəlir. şüuraltı olur, ona görə də şüursuz olur. Çünki mənim şüurum burada olur, amma öyrənirəm deyənə ora şüursuz qalır. Şüurum bu tərəfdədir. Maraqlı arqument. Məsəl üçün elə olub ki, mən balaca vaxtı o şəkildə videomu açardım, ya nəsə eləyərdim. Sözü öyrənərdim, istifadə eləyərdim. Maraqlı gəlirdi ki, mən bu sözü görəsən harda öyrənmişəm? Həqiqətən belə bir şey baş verib yəni. Nağıl danışmıram. Yəni belə bir şeylər olur. Buna görə həqiqətən də insan onu öyrənir. Çox maraqlı.
Bəs yaxşı, dərslərdən əlavə elədiyin şeylərdən daha ekstra bir şey varmı bizim üçün paylaşmaq istədiyin? Belə baxıram, yox. Yoxdur? Mən biraz bir də şey sevirəm, məsələn, rəsm çəkməyi sevirəm. Onu da necə sevirəm? Qadınlara məsələn geyim və yaxud da kişi olsun, mən geyim çəkməyi sevirəm. Həmin o geyimi də həmin günkü moduma görə ayarlayıram. Sonra gün sonunda da məsələn şəklimə baxıram, deyirəm, aha, deməli bugünkü modum məsələn belə idi. Buna görə məsələn özümə şey edirəm, motivasiya artıran və yaxud da məni stabilə salan şeylər eləyirdim. Məsələn, çox enerjik olanda elə şey edirəm ki, özümü yatışdırıram. Çünki çox enerji olanda enerjim çox gedir. Stabil saxlamalıyam özümü. Və yaxud da çox modsuz olanda ruh enerjimi artırmağa çalışıram. Yəni bu da fərqli-fərqli şeylər. Mən çalışıram ki, həmişə düz bir şeydə qalam. Amma fərqli olur. Əla, Ya əla. da ya da məsələn gün ərzində özümü mən bölürəm. Evdə məsələn elə bir 1 saat ayırıram, full depressiv modda oluram ki, bunu demək olar ki, hər gün eləyirəm. Hazırlıqda da insanlarla, sinif yoldaşlarımla istər-istəməz şey edirəm, söhbət edirəm deyəndə həmin vaxtda çox enerjili oluram. Ona görə də gün ərzində də çalışıram ki, ümumi olaraq hamısını 50-50 saxlayam. Maraqlı. Biraz belə psikopatlıq kimi gəlir, bilirəm. Amma çox rahat olur belə mənim üçün. Çox maraqlı, çox maraqlı. Əla, super, möhtəşəm. Mənə maraqlı gəlir ki, uşaqların həm xasiyyətini öyrənək, həm də ki, öyrənmə üsullarını öyrənək. Çünki hər bir insan əgər ki, öz xasiyyətindən mən əminəm ki, sənin kimi yüzlərlə, minlərlə uşaq var. Əgər ki, bu videonu izləsələr, özlərini görsələr, bəlkə də daha da ilhamlana bilərlər ki, o, mənim kimi olan birisi bunu eləyibsə, deməli mən də onu eləyə bilərəm. Ona görə intervyuları mən çox Mən hətta şeyə baxırdım, məsələn, məndən güclüsü var, məndən güclüsü, yəni məndən daha yaxşı oxuyanı bunu bacarırsa, deməli mən də bunu bacara bilərəm. Çünki o da bir insandır, mən də bir insanam. Yəni onun güclüsü, zəifi yoxdur. Yeah. O bacarsa mən də bacararam. Hətta o bacarsa mən ondan da artığını bacara bilərəm. Mən o şeylə baxıram həmişə. Ona görə də öyrənməyə maraqlıyam. Çünki vardı, deməli o daha da yüksək ola bilər. Eynən. Yəni elə bir dövrdəyik ki, hər şeyin daha çox üstü ola bilər də. Biz hər an, necə deyim, inkişafa doğru gedə bilərik öz içimizdə. İndi bəlkə xaricdə, yəni xaric dediyim, istər ölkədə olsun, istər məktəbdə olsun, istər və yaxud da ki, başqa yerdə olsun, özümüzü həmin yerə görə inkişaf etdirə bilmərik. Amma öz daxilimizi biz hər saniyə və saniyə inkişaf etdirə bilərik. Məsələn, adi eşitdiyimiz bir söz belə bizi, necə deyim, daha disiplinə eləyə bilər və yaxud da ki, hər hansı bir şey bizi daha belə aşağı çəkə bilər. Bu da baxır yenə öz içimizə. Çox maraqlı. Biraz mindset-imiz səndən oxşuyur. Ona görə sevdim səni. Yox, əla. Mən Çox qəşəng. hər şeyə fəlsəfi cəhətdən baxıram ona görə. Aha. Mən hər hansı bir dərsi öyrəndə belə deyirəm ki, mən bu dərsi öyrəndim, bu mənim ruh halımı artırdı. Deməli bu yaxşı bir şeydir. Mən bunu daha da inkişaf etdirə bilərəm. Mən bununla gedirəm. Yəni həmişə bir şeydə çalışıram gedirəm. Okay. Əla, Çox maraqlı. fərqli şey. Yeah. O həyat fəlsəfəsi deyirləri. Mənim həyat səhifələrim hamısı bir-birinin əksidir. Məsələn, həyat fəlsəfəmin birində deyirsə ki, insanlar hamı eynidir. O biri də deyir ki, şeydir, sən onlardan üstünsən. Və fərqli-fərqli, hamısı bir-birinə ziddir, amma hamısı fərqli-fərqli vaxtlarda işə yarayır da. Məsələn, sırf bir şeyi götürsək, bir dənəsi hər yerdə işə yaramaya bilər. Çünki hər getdiyimiz ərazi deyim və yaxud da ki, hər getdiyimiz məkan, insan ortamı, hazırlıq ortamı, müəllimlər, hamısı fərqlidir. Ona görə də hamısı üçün fərqli-fərqli üsullar lazım olur bizə. İstər məsələn əlaqə qurmaqda olsun, istər hər hansı bir ünsiyyətdə və yaxud da ki, kənarda durmaq üçün bunların hamısının bir şeyi var. Məsələn, məni məktəbdə tanıyan biri məni hazırlıqda görsə, deməz ki, bu mənim. Çünki mən məktəbdə çox belə kənarda qalan biriyəm. Yəni mən məktəbdə çox sosial olmağı sevmirəm. Çünki yəni sosial olmağı müəllimlər arasında sevirəm. Müəllimlərin hamısı ilə əlaqəm yaxşıdır. Amma şagirdlərlə məktəbdə çox əlaqə saxlamağı sevmirəm. Çünki indiki dövrdə biraz şagirdlər necə deyim, bilmirəm məktəbdirmi deyə, yoxsa nədirmi, müəllimlərə çox hörmət qoymurlar və yaxud da ki, öz yoldaşlarına belə hörmət qoymurlar deyə xoşum gəlmir. Buna görə də çalışıram ki, məsələn, orada sakit olam. Amma hazırda hamımız eyni şeydəyik, hamımızın elə bir hörməti də yerindədir, şükür Allaha. Ya nədir? Ona görə məsələn, onların yanında da çox-çox enerji oluram. Yəni hər yer üçün fərqli-fərqli şeylərim var mənim. Maraqlı. Ruh şeylərim fərqlidir. Maraqlı. Əslində buna oxşar təcrübələrim mənim də var. Ona görə sənə qatılıram. Əla. Super, mükəmməl. Bəs yaxşı. Başqa nəsə haqqında danışmaq istəyirikmi? Əlavə bir şey demək istəyirsənmi? Mənim heç bir sualım yoxdur.
Valla məndə də deyəsən qurtarıbdır. Yəni ağlınıza hər hansı bir sual gəlsə, istəyir sizi də sualınızı cavablandırım əgər vardısa. Yox, heç bir sualım yoxdur. Hal-hazırda mən bu qədər. Mən fikirləşirəm ki, sənin intervyun digərlərindən daha fərqli oldu. Çünki daha mənimlə birlikdə sıfırdan öyrənən bir tələbə kimi gəldin. Digərlərimizdə misal üçün elə uşaqlar olur ki, bazalar olur, eləyir, amma sən tamamilə sıfırdan öyrənmisən. Həm də biraz öz xasiyyətindən də daha yaxşı Mənim danışdın. səbəbinizi yay qrupunda da sıfırdan öyrənən kimi götürmüşdünüz. O şəkildə. Ona görə götürmüşdünüz öyle yadımda. yes. Oradan Ona önce görə eğitimler. yes, ona görə daha məncə maraqlı və fərqli oldu səninki. Digərləri də bizim üçün maraqlıdır, amma bu biraz daha fərqli, maraqlı cür oldu bu şəkildə. Məzəli sözlərdən istifadə edirəm, amma nəysə. Çox təşəkkür edirəm Gülay. Bizə vaxtını ayırdığın Mən sizə üçün. təşəkkür edirəm. Çox vaxt ayırdın. 90 dəqiqə artıq vaxt ayırmısan bizim üçün. Minnətdaram. Çox sağ ol. Özünə yaxşı bax. Sənə həyatda uğurlar. Ən çox mənim minnətdaram. Vlogdan qabaq motivasiya elədiniz məni. Çox sağ olun. Nə maraqlı sənin belə mindsetin var. Bax, görürsünüz uşaqlar, sizə faydalı olur və bundan motivasiya alır. Çox maraqlı. Çox əla. Çox təşəkkür edirik. Həqiqətən elədir amma. Öyrənməyi sevdiyim qədər öyrətməyi də sevirəm. Düzdür, çox adam mənim öyrətdiklərimi öyrənməyi sevmirlər. Çünki biraz yaşlarıma görə çox adam deyir böyük kimi danışıram və yaxud da tam tərsi uşaq kimi davranıram. Ona görə çox adam məni dinləmir. Amma kiməsə köməyim dəyəndə, yəni bilmədən belə olsa kiməsə kömək edəndə çox-çox sevinirəm də mən. Bəli. Ona görə də bu videonun altına kommentlərə keçəcək təşəkkür eləyin Gülaya. Çünki Gülay en yaşlısını sizin üçün sərf eləyib uşaqlar. Bu qədər Gülay. Çox sağ ol. Özünə yaxşı bax. Sənə gələcəkdə uğurlar. Ümid eləyirəm Dream University-nə girərsən. Çox sağ ol. İnşallah. Sağ olun. Bye.